Salam aleyküm, əziz və hörmətli dostlar, xoş gördük. Gec olsun, güc olsun, belə bir şey deyiblər. Yadımda deyil hansısı da, amma hər halda belə bir şey var. Gec oldu. Əlbəttə, bundan bu yüzden biraz geç gələcəm, çünki Təbriz vaxtı ilə də axşam saat 9 çox tez olur. İnsanlar İndi dolanmaq vaxtıdır, isti fəsli gəlibdir, bağ-bağat fəslidir, eşikdə olurlar. Onun üçün 10 yarım bu cürsü mənim nəzərimə gəlir ki, yaxçıdır. Amma dostlar demişlər ki, bu şeyə ad yazmaq olur. Başarmadım onu mən yenə də. Selamun aleyküm. Hidayətli ana yurdundan uzaq olan oğul Güney Azərbaycan sizlərə fəxr olsun. Sizlərə də fəxr olsun əziz və hörmətli Mehdi dostum. Sağ olun, var olun. Dostlar, bu günləri düşüncələrdən haqqı danışacağım. Haqq nədir, hüquq nədir? Burada bəllədim ki, mən eləyə bilərəm, burada gedəm, müxtəlif filsufların nəzərini gətirəm, burada deyəm sizə. Amma onlar bizim dərdimizə dəyməz. Biz Güney Azərbaycanda dünyanın məmləkətlərindən fərqli yaşırıq. Biz bir millətuq, Güney Azərbaycanda olan insanlar, türklər, İranda yaşayan türklər, biz bir millətuq. Bizim bir keçicağımız var, imperatorluğumuz var. İran adında bugünkü ölkə bizim torpaqlarımızın bir parçası olub, kiçik parçası. Bugünkü Pakistan, Əfqanistan, ondan sonra Tacikistan hər halda Şimal, Xorasanın o tayı, Türkmənistan olur, əgər iştibah eləməsəm. Türkmənistan, ondan sonra gəlir Xəzərdən bu tərəfə, bugünkü Azərbaycan, Rusiyanın birazı hətta deyə bilərəm. Ondan sonra bugünkü Ermənistan, bugünkü Gürcüstan, Türkiyə, bugünkü Türkiyənin şərqi tərəfi bizim Güney Azərbaycanlıları, Güney deməyək, Azərbaycanlıların torpaqlarının bir parçası İrandır. Yəni bu yekəxtı torpaqları saydım, onların bir parçası. Milli hökumətimiz olub keçən minildə. Keçən minildə imperatorluq qurmuşuq. Osmanlının içində olaraq. Yəni Osmanlı eyni Rusiyəni tutun bugün. Rusiya çox böyük bir məmləkətdir, çox böyükdür. Dünyanın ən böyük məmləkəti Rusiyadır. Onun içində 7, 8, 9, 10 dana türk məmləkət var. Müstəqildilər, yəni cumhuridirlər. Amma Rusiyanın içindədirlər. Siz Osmanlını da belə fərz eləyin ki, Osmanlının içində bir torpaq var, özü imperatorluğun içində. İmperatorluqdur və adı Azərbaycan türkləridir. Azərbaycan türklərinin imperatorluğudur. Səfəvilər onun yap belə güclü imperatorluğudur Azərbaycanlıların. Ondan sonra da gəlibdi güclü imperatorluq Nadir Şahdır. Ondan sonra da gəlibdi Əfşarlar, yəni. Ondan sonra da gəlibdi Qacarlardır. Ərz elim xidmətinizə ki, yəni bizim belə bir tariximiz var. İndi biz haqqa gələndə, amma nə olmuşuq? Aha, orası yadımdan çıxmasın, orası mühümdür. Biz 1000 il imperatorluq sürəndən sonra dünyanın bir çox yoruna, türk olaraq, Azərbaycanlı yox, türk olaraq Asiyanın çox böyük yerinə, Afrikanın küllünə, Avropanın da yarısından çoxuna imperatorluq eləmiş bir millətuq. Həm də çox uzun zamanda yox. Hətta bu qədər deyim ki, yer kürəsində birinci imperatorluq ki, üstündə gün batmazmış. Amma bunu ingilislər deyiblər, onların adını yazıb ki, bizim torpaqlarımızda gün batmaz. Bizimkində də batmazmış. Çünki 3 qarrənin bu başdan o başa elə ora fırlanınca bura gəlirdi, yetişirdi. Biz belə bir amma bu günləri müstəmir yox. Güney Azərbaycan bu günləri İran, Fars və İngilisi deyil, Məsihi dünyasının müstəmrəsidir. Qeyri-müstəqim olaraq, yəni indi biz müstəqim İngilistanın, ya Amerikanın, ya Fransa'nın, ya Almanın, ya Rusun müstəmrəsi deyirik, müstəqim olaraq. Qeyri-müstəqim olaraq Farsların əliyinə biz müstəmiririk. İndi, dostlar, baxaq görək ki,
haqq nədir? Bizim haqqımız. Yəni bu vəziyyətdə siyasi haqqından danışıram. Haqqdan danışırsın, siyasi, qeyri-siyasi. Haqq nədir? Haqqı danışaq. Əvvəl bunu dostlar, yap belə kəlamın, lübbün, lütüzün sizə beləsi deyim. Haqq adında bir şey yoxdur. Haqqı siz yaradarsınız, gücüz olsa. Gücüz olmasa haqqı tərif elərlər, boynunuza basarlar. Biz geçən 100 iləcən güclüydük, gedirdik, alırdıq, zor bizdəydi, qılıç bizdəydi, tüfək bizdəydi, qorxmamaq biz idik, biz qorxmurduq, biz öldürməkdən və ölməkdən qorxmurduq, biz almışdıq, haqqı biz tərif edirdik. Gedirdik bir millətin torpağına girirdik, deyirdik ki, bir belə maliyyət istəyirəm, bir belə sərbaz istəyirəm, bir belə filan istəyirəm. Deyirdi, verirəm ya vermirəm. Vermirəm, tamam, savaşaq. Savaşırdıq, o ordularını öldürürdük, bunları danışacağım. Bu istimar, müstəmiriyə geçəndə onu danışacağım, görəcəksiniz ki, biz istimarçı olmamışıq. İstimarın fərqini sizə, mən günü-gündə bu Kanadada qaldıqca, Amerikaya gedib gəldikcə, o istimarın fərqini düşünürəm. İmparatorluqla istimarın, əxlaqlı istimarla, əxlaqsız istimarın, hətta bu cürsü desəm, fərqini. Mən yenə də əxlaqa da inanmıram, bunu da deyim biləsən. Mən hər halda hüquqa inanmıram dostlar. Hüquq adında bir şey yoxdur. Hüquq, hüquqsuz insanları tovlamaq üçün zorluların, güclülərin, pulluların, ordusu olanların, dövləti olan güclülərin yaratdığı bir hilədir. Çünki hüquq pulluları tutmaz. Deyərlər, aftaha oğrusunun əlini kəsərlər, amma milyardıları oğurlayanın əlini kəsməzlər. Niyə? Çünki orada çoxdur, burada azdır. Güclü, orada güclüdür, burada gücsüzdür. O milyardıları oğurlayanın dalısında bir sistem var. Aftahanı oğurlayanın dalısında maşının şüşəsini sındırıb oradan bir zəbdi çəkəni, nə bilim, təyəri qopardanın bəllidir ki, bunun acından ölür. Fikri bu qədər işdir. Bizim dostlar, Hakan xan, bəhsimizin üstündəcə də bir dana bunları bəhs edirik. Biz bəhsidən çıxmaq istəmirəm. Hər şeyi vaxtında, dünənləri bunun haqqında danışdıq. Oğuz bəyin proqramında sizin sorunuzun haqqında danışdıq. İstərsiniz, əgər dünən görməmsiniz, bu günləri həm də yazısını yazmışam. Öz weblogumda, mənim İnsaf Əli Hidayətin weblogunda insafali.blogspot.com Ora geçsəz, mənim orada yazımı görərsiniz. Ya da YouTube'da, YouTube/İnsaf Əli Hidayət, orada görərsiniz, dünənki videonu 2 bölümdə qoymuşuq. Bir bölüm 98 əlif, bir bölüm 98B. Siz 98B'ye qulaq asacaqsınız ki, görəsiniz nədir. Tamam, buradan geçək. Bəs mənim nəzərimdə təcrübəm göstərir, hüquq deyə bir şey yoxdur. Hüquq dedikləri, qanun dedikləri zorluların yazdığı, zorsuzları tavladıkları oyundur. Onun üçün də o hüququ daimən değiştirərlər. Daimən değiştirərlər. Bir hadisə gəlsin xiyabana, yazdıkları hüququ qoyarlar ayaqlarının altına. Misal İranı vuracağım, çünki bizim dərdimiz İrandır. O birisi məmləkətlərdə hər nə olur, bizi ilgiləndirmir o qədər. Əlbəttə ki, mühümdür. Amma bizi çox ilgiləndirmir, çünki bizim özümüzün dərdimiz var. Güney Azərbaycanda, İranda xanımlar başlarını istəyirlər açıq qoyalar. Ya örtələr. Rıza Şah gəlir, deyir ki, hamı gərək tumanca olsun, xanımlar. Yəni deyir, sizin paltar giyimə haqqınız yoxdur. Mən deyəcəyəm ki, nə formada paltar giyin. Niyə? Çünki güc ondadır. Mənfəətin istəyir. Mənfəəti nədir? O günəcən Azərbaycanda, İranda, İran adlanan məmləkətdə cəli, yalan, istimari məmləkətdə o günəcən şey yoxdur, dostlar. Dostlar, bu
dostlardan biri sual yazdı. Gene mənim həvasım getdi ora. Selamünaleyküm Ələsgər bəy. Ona görə şey oldu. Mən çalışacağam ki, sualları görməyim. Çünki onda beynimdə o fikrim qırılır. Qeydib onu tapmaq biraz zor olur. İranda Rıza Şah gəlir deyir ki, mən qoymuram. Əvvəl kişilərdən başladı dostlar. Baxın o deyir ki, bir dana Farsıda xərçəng deyirlər. O xərçəng adlı suda bişən heyvan, o suda yaşayan heyvanı, qabığı da sümük deyil, amma çox bəhdir. Mən bundan yedim özüm, gördüm ki, çox sındırması özü bir güc istir. Yəni, dəstgah düzəldiblər onu sındırmaq üçün. Əllə sındırmaq olmur. Bunu deyir, nə cür bişirərlər? Deyir, bunu birdən-birə bir dana da heyvan vardı suda. Onu da birdən-birə bişirsən şey olar. Qeynər suyu atsan, özün zəhərlər. Özündən bir zəhər ötürər eşiyə ki, onu yemək olmaz, öldürər adamı. Deyirlər, neyini? Deyirlər, bunu qoyun soyuq suya, altın yavaş-yavaş yandırın, qoyun yavaş-yavaş qızışsın. Görürsən ki, mən bunun videosunu görmüşəm, bəlkə dostlar da görüblər. Su qeynir, bişir, amma başlayıb orada içəridə yiyir. Çünki bu isti-isti qızışıbdır, xəbəri olmayıbdır. İran dövlətdə bu siyasəti daimən götürübdür, daimən. Keçən 100 ildə bu siyasəti aparıblar. Çünki bu İngilistanın ən gözəl təcrübəsi, ən dərin təcrübəsidir. O da nədir? Deyir ki, insanları yavaş-yavaş adət ver. Təhəmmülları keçsin yuxarıya. İnsana əvvəldə söyüş versən, qəbul eləməzlər. Mən bunu zindanda yazmışam, zindanda olan zamanda bunun təhqiqatını yazdım zindanda ki, zindanda məsələn deyirəm, çox haşa huzurunuzdan məni çox bağışlarsınız. Görəcəksiniz kitablarda da vaqiyyətlərdə gizləmək bizim dərdimizi dəyməz. Məsələn, zindana bir dana cavan düşür, taza, çox cavan, 18 yaşında, 19 yaşında, bunu verirlər böyüklərin bəndinə. Sütüldür, türk zindanlarda, gözəldir, göyçəkdir, cavan uşaqdır, oğlandır. O adamlar ki, orada illər boyu qalıblar, arvadsız zat qalıblar, bunlar tamahı düşür bu cavan uşağa. İstəyirlər buna təcavüz eləyirlər. Nə cür təcavüz eləyirlər? Bundan yoldaş olurlar. Deyirlər, gülürlər, çox açıq, seksi, tərin, abrısız, tərin coşları bunlara deyirlər. Yavaş-yavaş bunlara, bu sözlərinə bunların o utanmaqlarını tökərlər. Ondan sonra yavaş-yavaş bunlarına əl şuxluğuna başlarlar. Ondan sonra yavaş-yavaş, məsələn, filan kəs elədi, öz nağıllarını deyərlər, ayrı adamlarla. Məsələn, ya xiyali, ya doğru. Onu deyərlər, yavaş-yavaş bu adamda bunu adi eləyirlər da ki, yəni mən sənə bir gün deyəcəyəm ki, gəl mən səndən filan işi görüm, o deməsin yox, ya nayrahanda olmasın. Bir gün yetişir ki, məsələn, deyir ki, hop, tamam, daha bir belə danışdıq, bəsdir da, indi gəl filan işi görək. Bilirsiniz? Yəni, insanların yavaş-yavaş o həssasiyyətin aradan aparırlar, o etiraz gücün zəiflədirlər, əvvəldə desəydilər zəiflərdir. İnqilab elərdi, etiraz elərdi, savaşardı. Amma bunu cokun içində, nağılın içində, ayların içində yavaş-yavaş o insanın, o cavanın, ya o böyüyün, mən adam gördüm orada, 40 yaşı var idi, özün yemağa satırdı zindanda. 3-4 dana milyarder var idi orada, Təbrizin bazarında, tükan bazarında yemişdilər, getmişdilər orada, onlar məsələn onu arva dəvəsini işlədirdilər. Geçə kişi idi, saqqalı da buradan düşmüşdü, çox yekə idi. Bir o. Amma bunlarda bu bəhslərdən geçək, bəhsim əslisi buradır ki, İnsanların zehnin beləsi yavaş-yavaş adət verərlər, insanların müqaviməti aradan gedər. Brainwash olarlar. O pislik, Farsça zeşdi, kərahət ərəbcə. O qəbahət, o pislik aradan gedər. Aradan gedəndən sonra o işi siz görərsiniz. O işi siz qəbul elərsiniz. Ya qəbul eləmək, boyun əyərsiniz, beləsi deyim. Bu o şeydir, yəni taktik şey. İranda bunu işlətdilər. İranda neynədir? Rıza Şah gəldi dedi ki, əvvəldə kişilər o zamanacan Rıza Şah dövrünəcan, bunu ki deyirəm bu zamanacan,
Hər millətin İranda və hər tayfanın özünün cihimi var idi. O cihim tarixi təcrübələr əsasına gəlirdi. Yəni hər torpaq özünə görə, istisinə, soyuğuna görə paltağı var. O millət hep orada, o torpaq, o iqlim o millətə paltar məcbur eləmişdi giysinlər, özlərini qorusunlar. Ərəblərin paltarları bir köynək idi, üstdən başdan aşağı giyərdilər, tuman paça. Altı şey olardı. Çünki çox isti idi. Türklərin paltarı bir məxsus paltar idi, bellərində bağlardılar, filan bəhman. Kürtlər də buradan çox qarlı idi, onlar da bir ayrı cür bağlardılar. Hər millət öz coğrafiya şəraitinə görə, torpaqlarının şəraitinə görə, qışına görə, yayına görə paltarı var idi. Buna görə ayaqqabısı fərq elərdi, börkü fərq elərdi, şalvarı fərq elərdi, corabı fərq elərdi, hər şeyi fərq elərdi. Onun üstündə giyərdilər. Amma Rza Şah gəldi nə dedi? Dedi ki, bir, kişilər bundan bu yüzə heç bir erkəyin, erkək deyək da, çünki kişi türkçədə yəni insan. Arvadlı, qadınlı, erkəkli ikisinə də deyir kişi türkçədə. Amma biz buna deyək kişi. Dedi, heç erkək, heç bir erkəyin haqqı yoxdur ləbədarsız çıxışıya. Kim bunu deyir, bu haqqı sənə vermir, ya haqqı sənin əlindən alır ki da öz paltarını giyməyəsən? Mən deyirəm. Niyə mən deyirəm? Çünki mən zor məndədir. Mən səndən zorluyam. Hər kəsin zoru var, çıxsın qabağıma, desin ki, yox, mən giyirəm. Tuturam, basıram zindana. Tuturam, öldürürəm. Lazım olsa gəlirəm, şəhərinizdə qətl am elirəm ki, qəbul elətdirəm zorumu. Gedir, məsələn, bəxtiyarilərin içinə, bəxtiyarilərin öldürməyə başlayır. Təyyarə ilə bombaran elir, öldürür. Gedir Qəşqailərin içini öldürür. Gedir Ərəblərin içini öldürür. Gedir Türkəmənlərin içini öldürür. Gəlir Azərbaycanı öldürür. Deyir ki, mən zorluyam. Mənim zoruma, dediyimə qulaq asacaqsınız. Mən nə desəm deyəcəksiniz, bəli. Dedim günüz gecədir, deyəcəksiniz günüz gücün çıxıbdır, bu yalandandır, gecədir. Şah buyurdu, gecədir, gecədir. Mən deyəcəyəm yoğurt qərədir, sən deyəcəksən qərədir. Çünki niyə? Şah deyir. Şah nə desə odur. Niyə? Çünki mən güclüyəm. Sənin gücün... İndi burada bizim tərifimiz özümüzdən yoxdur, dostlar. Bu zaman biz heç bir şeyi tərif özümüz eləyə bilmərik. Biz heç bir şeyi özümüz tərif eləyə bilmərik. Yəni, bu cür bir şəraitdə. Çünki o güclüdür, deyir ki, mən belə tərif edirəm. Dedi ki, başınızda ləbədarız olmayacaq. Tamam. Niyə? Çünki Fransədən, Almandan gəmi ləbədar gətirəcək adı sata bizə. Heç kəs bunlara tarixdə işarə eləməyib, dostlar, ki, Rza Şahın və Məhəmməd Rizanın dövründə olan islahat, Haşimi Rəfsəncanın dövrəsində olan islahat sadəcə sərvətlilərin əli ilə olan islahat idi. Çünki onlara mali güc gətirirdi. İndi misallarını vuracağım, görəcəksiniz ki, qalanını da baxın. Bunu siz tarixdə görməzsiniz. Bunu mən birinci dəfə özüm öz fikrimlə bunu analiz edib tapmışam ki, Rza Şah niyə bu işləri gördü? Yəni Rza Şaha niyə bu işləri gördürdülər? Çünki bunun arxasında məsələn, Azərbaycanda bir börk modeli var idi. O börk, o papaq modelin Azərbaycanlılar başarırlar. İndi ləbədarı gətirirlər. Bunun cinsi nədəndir? Bunu nə cür ki doğrurlar, nə cür bunu tikirlər ki, o formada qalsın. Bu nə cür ütülənir, nə cür olur? Bunların teknoloji və təcrübəsi Azərbaycanlılarda yoxdur. Nə eləməlidir? Özdə nə deyib? Deyib ki, hər erkək bundan bu üzə bu ləbədarı qoymalıdır ki, mən deyirəm. Hamı gəmi ilə bir gəmi, iki gəmi, üç gəmi fəqət ləbədar gəlir Fransədən İrana. İran adlanan yerə. 2313-dən bu üzə İran adlanıbdır. Ondan qabaq tarixdə İran deyə, Fars deyə bir torpaq yoxdur. Mən hətta dünən gördüm dostlarım biri yazıb ki, Fars bir coğrafiya adıdır. Coğrafiya adı Fars adında bir yer yoxdur tarixdə. O şey ki, bu günləri Şiraz deyirlər, Ustani Fars, oranın diyaq adı Şiraz idi. Orada Ustani Fars yox idi. Ustani Fars geçən Rza Şah dövrəsindən sonra Fars olub Ustan. Yəni, bir dana yerin adına qoyublar Ustan. Ora Qəşqaistandır. Hətta 57 inqilabında Qəşqailər Şirazı əllərinə almışlar. Çünki Şiraz Qəşqaistan şəhər mərkəzidir.
Amma indi farslar orada çoxalıblar. 150-lə görə bu keçən 100 ildə Qəşqayları toğlayıblar, ötürüblər şəhərdən eşiyə. Oranı alıblar. Bu biz toğlanmışıq. Biz dedim niyə? Çünki güc onlardadır. Güc sənə deyir ki, adına gətirildi Taxta Qapı da, Taxta Qapı elədilər bizi. Taxta Qapı nə ilə qapılarımızı taxta ilə mıxladılar, buradan çıxanmaz eşiyə. Gətirdilər məsələn qoydular Şirazın ətrafında bəzi yerlərə, Qəşqayları orada dedilər buradan çıxanmazsınız. Şəhəri verdilər, bizim əlimizdən aldılar, şəhəri verdilər şeyə. O halda ki şəhrin dünənləri keçən həftə bir video yayındı oradan bir Qəşqayı xanım oradan yaydı. Hakimiyyət dövrəsi, Qəşqayı hakimiyyətin binası, hakimiyyət binası orada Qəşqaylar düzəltdiyi hakimiyyət binası hələ fəilən Şirazda qalır. Və çox əzəmətli bir şeydir. Amma bizim əlimizdən aldılar. İndi dostlar, ondan sonra Rıza Şah gəldi dedi ki, oradan Ləbəddarları gətirdi. Ondan sonra dedi ki, yox, siz başdan ayağa Təğizadənin şeyidir bu da, Təbrizli Təğizadə. Bunun teorisidir. Başın tükündən ayağın dırnağına can batılı olacaqsınız. Qərbili olacaqsınız. Yəni nə demək? Yəni ki, o günəcən bizim nənələrimiz, bacılarımız, bir iddə insanlar fəqət corab toxurdular, satırdılar. Ondan getirinirlər, yün corabı. Yün corabı o bölgənin müşkülünü həll edirdi. Niyə? Çünki onu hətta çarıqla da geysəydilər, ayağı isti saxlırdı. Oranın qarının, soyuğunun, torpağının soyuğu insanın ayağının altından geçmirdi ətinə, dərisinə, sümüyünə. Oradan gəlmirdi qıçı yuxarı, bacağı yuxarı gələ çıxa kulyələrinə. Bizim bir iddə indi diqqət eləsəz, xanımların, ağaların bir çoxunun daimən bu qışlarına kərpic qoyarlar. Ayaqlarının bu ətlərinə, budlarına kərpic qoyarlar, isti kərpic, qızardarlar qoyarlar ora. Niyə? Çünki bunların ayaqlarına nazik başmaq giydirirlər bizə. Bazarı doldurublar nazik başmaqla. Ayağınızı yeri qoyursunuz, soyuq oradan getir bu ayağa, ayaqdan da yavaş-yavaş bunlar donur. Zaman içində bunlar dona gəlir üstə. Sizin xəbəriniz yoxdur, amma bu mərizçilik gündə milimetrdən az mikron dolur. Dola məsələn 2 ilin içində, 3 il içində görürsünüz ki, adam da qıçından fələş kimi olubdur. Ay qıçım sancıdan tökülür, ay qıçım töküldü. Bunların hamısı odur. Mən özüm də o cür olmuşdum. Bunu yavaş-yavaş dərman eləməyə çalışdım. Çox çəkdi, amma dərman elədim. Və indi qalin ayaqqabı giyərəm. Qalin ayaqqabı giyərəm. Çünki ayağıma soyuq çıxmasın. İndi ondan sonra Rıza Şah gəldi dedi nə mənə? Başmaqlarınızı verinə olacaq. Urupa başmağı giyəcəksiniz. Corab, onların corabını giyəcəksiniz. Şalvarlar ki, nənələrimiz toxuyardı. Dədələrimiz toxuyardılar. Məhəllədə, yəni öz şəhərlərimizdə onun çıqqılı o karxana demirdilər. Kargah deyirdilər. Kargah, o kargahlarda, dəzgahlarda toxunurdu. Cıqqılı dəzgahlar vardı, onlarda toxunurdu, onları kəsirdilər, ondan parça düzəldirdilər. Ondan bizə hər kəsənin o öz məntəqəsinə uyğun paltar sistemi var idi, onu düzəldirdilər. Nə oldu? Biz gəldik, şalvarımızı değişdik, köynəyimizi bunlardan elədik. Biz əslən belə köynək giymezdik ki, bugün biz yürük, kravat vurmazdıq. Belə xod yox idi bizdə. Bunların hamısının oradan parçası gərək Avropadan gələydi, xəyyatı Avropadan gəlib burada ölkədəydi, burada bir sistem yaratdılar, o parçanı biz gətirdik. Burada yox idi o parça. Onun karxanası yoxdu. Nə oldu? İçəridə o tolidat ki, o üretimlər, Türkçəsi üretimdir tolidin. O üretimlər ki, Türklər üretirdilər erkəklərin paltarları üçün, onların bazarı geçdi. Kimin əlinə 5-10 dana Rıza Şahın dövrəsində olan tacirin əlinə. Biri corab gətirdi, corab kərxanası gətirdi, biri nə bilim, məsələn, xod şalvar paltarını gətirdi, 20 il, 30 il bunu satdılar. Rıza Şah dövrəsində corab kərxanası gəlmədi. Hafiz eləyin ki, corab kərxanası gəldi, yox. Soralar gəldi, çox soralar. Xod, məsələn, çox soralar, xod şalvar toxmaq dəstgahı gəldi Təbrizə. Ərz eləyim xidmətinizə, köynək toxumaq falan, bunlar sorular gəldi. Sonra elə ki, kişilər yavaş-yavaş bir 2 ilin içində kişilərin bu haqqını aldılar ki, sənin öz paltarı giymək, milli paltarı giymək haqqın yoxdur.
Kişilər də yavaş-yavaş, bölçümü götürdüm, nə olsun, şah buyurdu, biz də götürdük da, ondan ötürü gedək ölməyək. Ondan sonra başmaqların, ondan sonra corabın, ondan sonra işin əldən verdi adam. Adam dünənəcən tolid elirdi, ürətirdi, yaşırdı, rifahdə idi, əmniyyəti var idi, güclü hiss edirdi özünü. Çünki bazarda pul satırdı, pul kazanırdı. Bir cins satırdı, pul kazanırdı. İndi yoxdur. İndi xaricidən gəlir. O pulun hamısın neçə qatına o xaricə cinsi, yaxçı da cins oldu. Tamam, getdi bunu satdı. Bizim aramızda montajkar olduq. Paltara belə montaj olduq. İpin düzəldə bilmədik. Dəstgahın düzəldəmədik. İşin düzəldəmədik. Parçanın rəngini dəyişəmədik. Qabaqdan bunların rəhlərini özümüz düzəldirdik. Bu qırmızını, bu narincini, bu abini, göy. Göy deyirdik, abi demirdik. Abi farsdadır. Biz göyü üç mənada işlədirik. Bir göy, o asiman farslar dediğidir. Bir göy, o göy-görənti, səbzicat ki var yerdən çıxır. Göydür. Hər şey, ağaçların yarpaqları, zatları ona deyirik göydür. Bir də göy, abi, rəngə deyirik. Farslar deyirlər. Ona da deyirik göy. Bir dənə da dəryada görürük göyü. Onu da bilmirəm. Niyə rəngi göyərir? Mən onu bilmirəm. Hər halda o da göy, ona da göy deyirik. Bu göy rəngi, sarı rəngi, qəhvəyi rəngi, qərə rəngi, qırmızı rəngi, bunları biz ağaçdan alırdıq. Və bu bir sənət idi, bir təcrübə idi, bir elm idi. Bizə minlər ilin içindən gəlmişdi. Və bunlar aradan getməzdilər. Bu rəhlər kasat olmazdılar. Bu rəhlər aradan getməzdilər. Nə deyirlər, köhnəlməzdi. Ərz edeyim xidmətinizə. Biraz geçti, Rıza Şah gəldi, dedi ki, xanımların, indi oradan bir dənə sərmayəsi oldu, kişilər də o inqilab, usyan gücləri getdi, təslim oldular. Əvvəldə ki, bunları öldürmüşdü, qətliam eləmişdi. Bunlar qəbul eləmişdilər ki, Rıza Şah güclüdür, biz bunun qabağında bir şey deyənmərik. Yavaş-yavaş bunlara dedi ki, bax, börkünüzü qoyun yerə qoydular. Paltarlarınızı qoyun yerə qoydular. Başmaqlarınızı qoyun yerə qoydular. Mən sənə deyəcəyim nədir? Böh qoy, nədir başmaq qoy, nədir fular elə, nədir bəhman elə. Tamam. Kişilər bunlar elədi. Ondan sonra dedi ki, tamam, bazarın yarısını aldıq əlimizə. İçəridə, məsələn, %90 iqtisad yatdı. Kişilərlə ilgili olan çarıq tikirdi, ayaqqabı tikirdi, başmaq tikirdi, nə bilim, böh tikirdi, köynək tikirdi, şalvar tikirdi, tuman tikirdi. Bunların hamısı nə oldu? %90 yatdı. Orada burada %10 qaldı. Bizim nənələrimiz məsələn corab toxuyurdular hərdən. Mən indi onun nənəm özü bir dənə bir cüt toxub göndərmişdi mənə. Bilmirəm, axtarıram, tapam onu giyəm məsələn. Çünki mütəvəccüh olmuşam. Onların ki ayaqları çox tərlir. Onlar ayaqlarından çox soyuq dəyir onlara. Ta gəlir çıxır kolyələrinə o yavaş-yavaş zaman içində o soyuq dəymə gəlir. O da yaya qışa baxmır. Ayağınızı qoyursunuz bir soyuq betondur, daşdır. Nə bilim, onların üstünə oradan ayaq çəkir canın içinə. Bu gəldi dedi ki, xanımların da azadlığın əlindən, onlar demirlər azadlığın əlindən alır. Bunu biz deyirik. Nədir? Paltar giymək haqqıları yoxdur. O paltar ki, Qəradağlılar giyirdi, Qərəçəmənlilər giyirdi, Culfalılar giyirdi, nə bilim, Zəncanlılar giyirdi, Təbrizlilər giyirdi, hər yerlilər, Qəzvinlilər, Qəşqaylar, bunları gəlin qabağını alaq. Niyə? Çünki məsələn hər xanım ildə filan metr palça giyir. Bu filan metri biz sataq onu. Getdilər Hindistandan, İngilis kərxanalarından palçanı tökdülər bura. Elə qabaqdan da o Ləbədarzadə da çoxu İngilisdən gəlirdi. Yəni Hindistandan gəlirdi. Çünki Hindistan bizlə həmmərz idi də, Pakistan sonra düzəldi. Pakistan dediğiniz dostlar, Afganistan dediğiniz bunlar Hindistanın bir parçasıdır. İndi də parçalar. Baxın paltarlarına, baxın dillərinə. Dəqiqən bunlar qiyafələrinə, rəhlərinə bunlar dəqiqən hindilidirlər. Və 55 il, 60 il olmayıbdır ki, bunlar Afganistan, Pakistan müstəqil olubdur. Hindistanın da müstəqil olmağın yenə İngilislər özləri müstəqil elədilər. Tarixi bəllidir. 1900 neçədə? 1918-də ya 1819-da belə yadıma gəlmir. O tarixi önəm deyil. Ərz edeyim xidmətinizə ki, gəldilər deyirlər, xanımlar da paltar giyməsin. Xanımlar paltar giyməsin, biz deyəcək nə giysin. Bu yarı paltar ki, buranın toplumda o qədər təsiri yox idi o məqtədə.
Bunların da iqtisad təsiri var. Bu iqtisada alaq əlimizə. Xanımlar bundan damən giyəcəklər, şort corab çıxacaqlar eşiyə, damən corab, baş açıq. Tamam. Bu iqtisad ki dayanmışdı xanımların müxtəlif paltarlarına, cılıq, xiyə, nə bilim, atdan tuman, köynəklərə. Məsələn, bəzi xanımlar 9 dana, 10 dana tuman giyərdilər, şəltə tuman. Bu o 9 dana şəltəni giyirdi, 10 dana şəltəni giyirdi, 50 metr bunun əyində paltarı olurdu. Nə oldu? Dedi ki, bunları bizdən gəlib alacaqsınız. Və biz dediyimiz kimi giyəcəksiniz. Damənin biri gəldi, parçası oldu 1 metr, 1 metrdən biraz o yüz, ya bir dana maxsı giydirdilər aşağıdan yuxarıya. Bunu, məsələn, o 50 tumandan çox bahiyyə çıxdı. Gene bunu başarmır, heç kəs burada tihmağı gəlib, yavaş-yavaş bunun parçası bir ayrı yerdən gəlməli. İnsanların arasında müsabiqə saldılar, hangi parçanı alaq. İnqilabdan sonra da həman işi tərsi elədilər. Yenə Xümeyni dedi ki, bu səfər də Xümeyni dedi, xanımların haqqı yoxdur, paltar giysinlər, biz deyəcəyik nə giysinlər. Niyə? Çünki hər xanım ildə 2 dana çadıra alsa, bir dana toy çadırası, bir dana yaz çadırası, nə bilim, bir dana da filan çadıra, 2 dana, 3 dana çadıra alsa, hərəsi 10 metrdən 20 metr, 50 milyon, deyək 30 milyon o zaman adam var idi inqilabda, 35 milyon adam var idi. 35 milyonun 17 milyon yarıma arvad olsa, 18 milyonu xanım olsa, deyirdi ki, bu qadınların hərəsi 20 metr ildə parça işlətsələr, fəqət çadıralarına, bunu biz 15 milyona çarpın, 10 milyona belə, deyin ki 10 milyon xanım var idi. 10 milyona çarpın, görün ki, neçə 100 milyon metrələrdir. 10 milyona 50'ye çarpsaq, elə 500 milyon, öcər iştibah eləməsən, 500 milyon metrələr. Yarım milyar. Bu fəqət budur. İndi bundan sonra çadıradır. Çadıranın yanında, bilirsiniz, Japonlar o zaman İrana çox gəlirdilər. Və cəlibdir, qərə çadıranın İran özü tolid eləmədi. Yəni demədilər ki, qərə çadıranı biz tolid eləyək. Tamam, gərək çadırı veririk, lakin burada kərxanasını da özümüz düzəldik. Yox, gərək tacirlər xaricədən gətirir. Çünki bu Xümeyninin adamları gərək çadıradan çörək yeməlidir. Dünəcən Rıza Şah Məhəmməd Rizanın adamları o çörək parçalardan çörək yiyirdi. İndi də Xümeyninin adamları yeməlidir. Hər ikisi də İngilisə bağlı. Hər ikisini də İngilisdən gətiriblər adamların. Hər ikisini də görəcəksiniz. Xümeyniyi də görəcəksiniz. Hamısı qatacaqlar orada. Ərz eləyim ki, beləliklə bizim iradəmiz əlimizdən getdi, yavaş-yavaş. Bizim hangi haqqımız var? Yəni paltarımızı özümüz giyə bilməyəndə, börkümüzü seçib qoya bilməyəndə başımıza, tarixdən gələn paltarlarımızı coğrafiyamıza düz olan, coğrafiyamızdan qalxan paltarları giyənməyəndən sonra tamam, hamı kolye mərisliqdir. Hamının böyrəkləri ağır, ay böyrəyim çatladı, ay böyrəyim çatladı. Tarixdə bizim dedələrimiz böyrək mərisliği tutmazdılar. Niyə? Çünki paltar buranın soyuqluğuna, buranın istiliyine görə idi. İndi nə oldu? Hamıya bir paltar veriblər. Ərəb də bunu giyməlidir, Qəşqai da bunu giyməlidir, Lor da bunu giyməlidir, Şimallı da bunu giyməlidir, Cunublu da bunu giyməlidir, Azərbaycanlı da giyməlidir, Türkmen də giyməlidir. Yəni hamıya bir dana paltarı, çünki hamının adamları standart deyil axı. Hər şey standart olmalıdır. Burada görürsünüz ki, sizin haqqlarınız bir əlinizdən alır. O şey ki, dünənizdən haqq bilirdiniz Qacar dövründə özünüzə, onlar əlinizdən getdi. O şey ki, haqq bilmirdiniz və hətta onun üçün savaşırdınız. Necə ki, mən kişinin başından börkün götürəndə namus hesab olurdu. Yəni, elə bir ki, birinin xanımın əlindən almışsan deyə börkün başından götürür. O cür bir şey qiyamət düşərdi. Necə məsələn, adamı o yer edilir, adamlar oldular yer alma kimi bir şey. Tamam, neyin yox, onu aldı. Haqqını alınır əlindən. Çünki niyə? Çünki biz haqqı tərif eləmirik ki, haqqı güclü tərif edir. Güclü bizi deyir, nə olacaq? Bu nağılları şey deyirəm, bunların hamısı istəyirəm ki, biləsiniz, haqqı biz tərif eləmirik. Haqqı güclü tərif edir. İndi də ayrı bir misal var. Gedirsiniz bir kərxanada işləyəsiniz, bir fabrikada işləyəsiniz, bir yerdə işləyəsiniz. İş sahibi deyir ki, sənə bir belə hüquq verəcəyəm. Dükkanda belə gedəsiniz durasınız. Deyir ki, məsələn, eşitdim mən, bir dana bizim tanıdığım bir xanım var.
Gedib bir yerdə başmaqçı dükanıdır. Başmaqçı deyil, yəni dükan, böyük furuşqahdır, adını demirəm. Orada başmaqçı bölümündə bu başmaq satır. Dövlət hüquq təsvib edib 11 milyon, 12 milyon keçən il. Bu xanıma deyiblər ki, fوق lisansıdır, nədir? Ayda 6 milyon verəcək. Adamın çarəsi yoxdur. Çünki zor ondadır. Onun əlində pul var, onun əlində iş var. Deyir ki, 6 milyon verəcəm, qəbul edirsən, elə eləmirsən, eləmə. İndi mən bu xanımı demirəm, amma bir çox xanımlardan mütəəssifanə deyir ki, sənə mən məsələn 6 milyon, 5 milyon, 4 milyon verəcəm, amma bunun yanında mənim də sözümə baxacaqsan, özəl sözümə. Mənlə gedəcəksən dolanmağa, mənlə yatacaqsan, mənlə duracaqsan. Yəni belə bir dur. Niyə o qəbul edir? Deyir ki, zor bundadır. İş bundadır, mənim də işə ehtiyacım var. Mənim az da olsa 4 milyon, 4 milyondur da. Bir var işləyən bunu alan, bir də var bunu da almayın. Ərim də, oğlan dostum da məsələn bir belə də o gətirər, qoyar üstünə bir uşaqlarımızı yekərlər. Bilirsiniz, bu misalları vurdum, sizə anlatım ki, hüquq diye bir şey yalandır. Kanuni kar diye bir şey yalandır. Çünkü o kanuni kar ki icra olmur. O bu neden ötürdü? O kanuni kar ki xaricə çıxıb bir mənim haqqımı ver. Daha mən indi işləmişəm, muzdumu ver. Deyir, vermirəm. Dövlət gəlir, polis gəlir, onun tərəfində durur. Kanun hardadır burada? Kanun zorlunun əlində zəifi oynatmaq üçün, tovlamaq üçün bir əsləhədir, silahdır. İstədiği zaman bunu değiştirəcəkdir. O zaman ki gördü ki xaricələr birləşdilər, sendikalar getdi, dövlətin sözünə baxmadılar, sendika qurdular, sendikaların hamısı, bəqqalların sendikası, səlmanlərin sendikası, dəmirçilərin sendikası, nəccarların sendikası, xətti vahid sürənlərin sendikası, taksi sürənlərin sendikası, bazarların sendikası, zərgərlərin sendikası, əkinçilərin sendikası, traktor satanların, maşın işləyən çərxanaların sendikaları birləşdilər, dedilər, biz hamımız işçiyik və hamımızın haqqımız aradan gedir. Bizim bir müştərək nöqtəmiz var. O da bu da neçə nöqtəlik müştərəkdir? Hamımız məsələn türkük, hamımız Azərbaycanlıyıq, hamımız müstəmliyik, hamımız işçiyik, hamımız bir sərmayedarın əlinə baxırıq. Bizim mənafeyimiz müştərək. Niyə məsələn bazar qalxanda bolberin kərxanası qalxır, tirajdur yatır. Tirajdur qalxır, bolberinci yatır. Bunlar ikisi qalxır, maşınsazı yatır. Maşınsazı durur, darusazı yatır. Darusazı durur, müəllimlər yatır. Müəllim durur, danışçılar yatır. Danışçı durur, ustadlar yatır. Ne oldu? Bizi böldüler. Biz burada bölünmüşük. Dövlət eləyə bilib bizi birbirimizdən qopardı. O halda ki biz bir bədənik. Biz bir millətik. Birləşsək dövləti güclünə əzə bildik. Güclünün karxanası bir ay işləməsə güclünün sərmayəsi yatar. Yəni yatmasın əsən. Adam deyər ki, gündə buradan məsələn mənə 50 milyon gəlirdi, ay başı elirdi 1 milyar 500 milyon tümən. Yat belə azı da bir dənə fabrikadan. İndi bu xaricəlilərim yatıblar, mən ayda 1 milyar 500 milyonu əldən verirəm. Gəlin bunun 500 milyon verim, 500 milyonu verim xaricəlilərə, işləyənlərə. Hərəsində məsələn ilinə 1 milyon izafi verim. Tamam. 2 ayına 1 milyon izafi verim. Tamam, bir belə verdim getdi. Mən gündə 1 milyardım burada var əlimdə. Niyə çərxanam yatsın? Bunun yanında yatanda mənə minlər müşkül gəlir. Dostlar, bəs haqq deyə bir şey yoxdur. Haqqı zoru olan, güclü olan təyin elər. Məsələn, bir ayrı siyasi misal vururam. Gələcəm, İranın bugünkü vəziyyətində gələcəm. İsrail misallarla düşünürəm. Çünki bu çox ağır düşünməyə biraz çətindir. İndi adamlar hamısı deyir, mənim haqqım var. Bir dənə evdən, əvvəl ailədən misal vuraq, evdən çıxaq. Bir dənə qızla oğlan görüşürlər, tanışırlar, qərar qoyurlar, evlənsinlər. Evlənirlər, oğlan başlayır qızı döyməyə.
Əvvəl görürsünüz ki, bunun damarını tutmaq üçün əvvəl yavaş söyüş, cıqqılı-cıqqılı söyüşlər, şıxlıqda, orada, burada. Bu qız adət elədikcə söyüşlərə bu söyüşlər bərkiləşir. Ağırlaşır, pisləşir. Elə ki, bu qız biraz dərisi qalınlaşdı, söyüşləri təhəmmül elədi, yetişir ola ki, qızın özünü söyür. Nənəsini söyür, dədəsini söyür, bacısını söyür, qardaşını söyür, ölülərini söyür, dirilərini söyür. Çünki da indi burada qız istədi cavab verə. Birinci dəfə götürdü, bir dana vurdu, gedir birazdan sonra bir üzr istədim. Səhər də vurur, gedir yenə də üzr istədim. Bir gün də vurur, üzr istədim. Ondan sonra da bu üzr istəmək yavaş-yavaş gedir qırağa. Küsür. Həm vurur, həm küsür. Bu nə deməkdir? Ona adət verir. Mən dediyim kimi yaşayacaqsan. Bunları çox görmüsünüz. Elə öz dədənələrimizdə də baxsaq görərik ki, bunu necə yaşırlar. Yaşırlar. Yəni bizim toplumda təəssüflə bunu yaşır. Deyir ki, mən güclüyəm, mənim vura bilərəm səni. Sən məni vuramazsın. Qız da vurmur. Nədən dolayı? Ya qorxur vurmur, ya hörmət qoyur vurmur, ya vaqən zəifdir vurmur. Bunları bilmirəm, amma vurmur. Vurmadığı üçün nə olur? O özündə güc hiss edir. Güc hiss eləsin, mən deyirəm nənəngilə getmə, getməyəcəksən. Qardaşın bura gəlməsin, gəlməyəcəksən. Dayıngilə getmə, əmingilə getmə, xalangilə getmə, tamam. Onlar da bura gəlməsin, tamam. Qanunları mən qoyuram. Eşiyə çıxmayacaqsan. Mənlə gedəcəksən, mənlə gələcəksən. Falan yerə bu cür getmə, bu cür geyinmə, o cür geyincinəm. Bu işi görmə, o işi gör. Bu nədir? Çünki o evdə o kişi güclüdür. Bizim məhəllədə tərsə idi. Bir dana Əkrəm xanım var idi. Çünki indi heç kəs bunu tanımır, ona görə deyirəm. Əkrəm xanım var idi. Bunun 3-4 qızı var idi, bir oğlu var idi. 5 dana qızı var idi, əgər səhv eləmirsən. Bir oğlu. Bu Əkrəm xanım əri də bazarda yazıq kişi zəhmət çəkirdi. Gedirdi bazarda, məsələn, bir şeylər alırdı. Orada bazarda bir nəfər də icazə vermiş. Dükanın qabağında bir daşqası yox idi. Əlbəttə belə kartonla bir şey düzəltmişdi. Onu qoyurdu üstündə satırdı. Ondan geçinirdi. Axşam pulunu götürüb gətirdi uşaqlarını geçindirirdi. O 5 dana qızı, 4 dana qızı, bir dana oğlanı ya arvadını geçindirirdi. Bir anda zıqqılı həyətləri var idi bizim həyətcə. Amma o arvad Əkrəm xanım ərinə əsəbani olanda onu lüt elərdi, salardı həyətə, şilankını götürərdi, onu döyərdi. Orada da qanunu o Əkrəm xanım qoyurdu. Əkrəm xanımı deyirdi ki, filan şeyi alacağıq, filan şeyi almayacağıq. Filan yerə gedəcəyik, filan yerə getməyəcəyik. Filan şeyi xərcləyəcəyik, filan şeyi xərcləməyəcəyik. Filan kəsin toyuna gedəcəyik, filan kəsin toyuna getməyəcəyik. Filan kəs bizim toyumuza gələcək, gəlməyəcək. Filan kəs bizim ölümümüzə gələcək, gəlməyəcək, ya biz gedəcəyik, getməyəcəyik. Tamam. Qanunu o qoyurdu. O kişi o Əkrəm xanımın qanununun çərçivəsində davranırdı. Məsələn, mən o kişini görmədim ki, qonşuların biri ilə oturub danışım. Çünki Əkrəm xanım ona icazə verməzdi ki, o məsələn çıxa küçədə danışır. Amma Əkrəm xanım özü 24 saatın, 18 saatın həyətin qapısını açıq qoyardı, qapıda oturardılar, orada bir dar dərbət var idi, orada oturardılar, hər vaxt xanımların hamısı yığışardılar, soğucu zat təmizlərdilər. Sübdən axşamacan danışardılar, keyfləri idi. Amma o kişi məsələn haqqı yox idi məhəllədə çıxsın danışsın. Bunu nə demək? Dedim ki, yəni ailədə də belədir. İndi görürsünüz ki, bir dana kişinin, ya bir dana xanımın 3-4 dana uşağı var. Ya yetim, ya elə özləri doğublar, ya da ki, biri ölübdür, oradan yetim gəlibdir. Görürsən ki, o uşaqlara əskilərini tutub oda. Mən belə deyirəm, yatacaqsan, duracaqsan, ondan gedəcəksən, ondan getməyəcəksən. O cür eləməyəndə gördün, uşaqlar dağılırlar, vururlar, döyürlər, əzirlər. Bu nə deməkdir? Haqq yoxdur. Haqqı o nənəlik, ya o dəli nənə, o ağılsız nənə uşağın vurur, o təyin edir. Deyir ki, haqq o şeydir ki, mən deyirəm. Burada da görürsünüz ki, yenə də qız istəyir ərə geçsin, sevdiği oğlana gedəmir. Niyə? Çünki dədə deyir ki, yox, sən gedəcəksən mənim əmoğluma, mənim bacı oğluma, mənim, nə bilim, qardaşım oğluna. Nənə də deyir, yox, sən gedəcəksən filan. Görürsən, o qız uşağı birini sevir, amma ona gedəmir.
Ondan yaşayanmır. O elçi gəlir, buradan vermirlər. Niyə? Çünki deyir, qanunu mən qoyacağam. Mən dədiyəm, qanun qoyacağam. Böyüyəm. Sən böyüksən, amma qanun qoymaq haqqın var ya yox. Bu sorgu, indi buradan bu yüzden bunu danışacağıq. İndi bir dənə də misal bıraq. Siyasi, ta görün. Dövlətlər həmlələ, istimar müstəmirədə bunu ayrı cür danışacağıq. İstimar nədir? Orada nə cür olur? Əsas istimarın anlamı nədir? Biz fərqli düşünmüşük dostlar. Bu gün hələf elən hüquqdan danışırıq. Əxlaqdan danışacağıq, yavaş-yavaş bu şeylərdən danışacağıq. Sağ olun əziz dostlar. Təşəkkür edirəm. Var olun. Xoş gəlmisiniz. Çox bağışlayın. Mən bəzi dostlar azdırıcı sorular soruşurlar. İstəyirlər ki, bəhslərimizdə getməyək. Onların sözləri bizə cəhət versin. Bizi kanalizə eləsinlər sözlə. Biz də bu şigirdi bilirik da. Özümüz də bu işi. Mən də hər halda nə deyirlər, farslar deyər yağış görmüş canavaram. Mən də özüm bir 35 il soru soruşub insanları yönətmişəm. Onun üçün. Aleyküm selam, aleyküm selam. Arz edeyim ki, dostlar, indi bir dənə məmləkət həmlə edir o birisi məmləkətə. Niyə həmlə edir? Əvvəl bunu cəhət edir. Niyə həmlə edir bir məmləkət o birisi məmləkətə? Niyə Əraq həmlə elədi Kuveytə? Niyə İran həmlə elədi Əraqa? İran həmlə elədi Əraqa, Əraq İran'a həmlə eləmədi. Çünki İran özün güclü görürdü. İran deyirdi ki, Əraqın milləti azdı, torpağı kiçikdir, biz buranı alarıq rahat. Rahi Qudses Kərbəla miqozərət. Kərbəlanın yolu, Qudsun yolu azad eləmək üçün gəl Kərbəladan geçək. 40 ildə oradadır, İsrailə 4 dənə muşək açdılar, onun hamısı partladı. Əslən üstün vurmurlar. Üstün vurmurlar ki, biz 40 ildir, 44 ildir bu millətin qanın tutmuşuq əssiyə. Hər halda o bəhsə girməyək. Deyir ki, İran niyə həmlə edir Əraqa? Çünki özün güclü görürdü. Bəyə o insanların haqqı yox idi yaşayırlar. Mənim nəzərimdə yoxdur deyir, İran deyir. Mənim nəzərimdə yoxdur. Niyə? Mən güclüyəm. Mən istəyirəm onların torpaqlarını alam. Mən orada nəft var, istəyirəm o nəftləri alam. Orada filan var, onları istəyirəm alam. Orada imamlarım var mənim, istəyirəm onları alam. Mənim haqqımda onları öldürəm. Onların haqqı deyil biz öldürələr. Niyə? Çünki onlar zəifdirlər. Baxın, belə baxır. Haqq ilə nahaq belə baxılır. Karxana sahibi də eyni bayaqçı dediyim o tərəfdən də baxır. Karcı deyir, mənim haqqımdır, pul alam. O da deyir ki, mənim haqqımda pul verməyəm, bu qədər verəm. İstəyirsən, gəl işlə, işləmirsən, işləmə. İndi, Rusiya niyə həmlə edir Ukrayna? Deyir ki, mən zorluyam, gücüm var. Niyə dünya Rusiyanı məsələn məhkum eləyib də adqaha çəkə bilmir? Çünki deyir, Rusiya güclüdür. İstəyirlər bir düşürlər, deyir, bax, bomba atomum var, ha, ataram. Muşəkim var, ataram. Dünya əl-ayağın yığır altına. Yoxsa dünya sərbaz göndərə də bilər, ayrı silahlar. Amma göndərə bilmir. Çünki deyir ki, qoy Ukraynalar, biz silah verək Ukraynalar. O da Ruslara deyirlər. Ruslara deyirlər ki, biz, baxın, savaş zamanı, mən Əraq-İran savaşında bunu anladım dostlar. Çox geç anladım, amma anladım. Amerikanın gedir Amerikada gedir Rusiyanın səfirliyinə. Rusiyanın səfirliyi var Amerikada. Gedir ora. Salam aleyküm, aleyküm salam. Biz Ukrayna bu belə silah verəcəyik. Arkadan da sen ne istersen sənə də verim. Yəni savaş güclülərin zəifləri yıxmaq savaşıdır. Dünyanı bölpayış eləyirlər. Bölpay eləyirlər. Sənin payın bir belə, mənim payım bir belə. Rusiya özünə haqq bilir ki, öldürə. Ala torpaqları. Amerika da özünə haqq bilir ki, Əfqanistanı öldürür. Çünki Əfqanistanlar zəifdirlər. Belə orada Əfqanistanda, Rusiya getdi Əfqanistanda 30 il onlar Əfqanını öldürdülər. Dünya bir şey demədi. Amerikalılar getdilər öldürdülər. Dünya bir şey demədi. Getdilər Ərağı vurdular. Komplet dağıtdılar. Milyonlar insanı öldürdülər. Aradan apardılar. Məlul elədilər. Dünya dinmədi. Çünki qanun yoxdur. Hüquq yoxdur. Hüquq yoxdur. Hukuk yalan bir şeydir.
İndi deyir ki, zorlu gəlir, məsələn, deyək ki, sabah getdi, Ukrayna aldı. Əraq aldı. Əsən Amerikanı misal bıraq. Əraq getdi, Fransa getdi, Libini bombaran elədi, Qəzzafini öldürdü, ləşkəri dağıtdı, məmləkəti yıxdı, xərabə elədi, verana qoydu. Dedi ki, tamam, mən dediyim kimi burada, mən dediyim hökumət, mən dediyim adam gələcək iş üstə, mən dediyim hökumət gələcək iş üstə, mən dediyim qanun yazılacaq, mən dediyim sistem qoyulacaq, nəfti satacaqsan, mədənləri verəcəksən bizə, qazı verəcəksən bizə, nəfti verəcəksən bizə, bazarda qiyməti biz dediyimizi eləyəcəksən, pula baxma. Tamam. İndi bir dövləti qurun. Mən dediyim adam gəlsin. Məclisə mən dediyim adamlar gələcək. Dövlətə mən dediyim adam gələcək. Mən keçən həftə bir balaca təhqiq edirdim. Görəm ki, Şeyx Məhəmməd Xiyabani Framasondur ya yox. Mütəəssifanə ingilis kitablar bu haqda eləyə bilmirəm, açam, baxam. Görəm ki, Framasonlar nə, kimlər? Məsələn, Şeyx Məhəmməd Xiyabani Framasondur ya yox. Dostlar, fikirləməyin ki, Xümeyni Framason ola bilməz, Xameneyi Framason ola bilməz. Fikirləməyin, Rıza Şah Framason deyil. Türkiyədə Almandan bir kitab tərcümə ediblər. O kitabda yazıbdır ki, nə qədər düzdür, qələtdir bilmirəm. O kitabda yazıbdır, mən də onun dostlar, o Türkiyəlilər oxuduqlarını görmüşəm. Atatürk Framasondur. Bu mənim teorimi təyid edir. Yəni, mənim bir teorim var Türkiyədə, Türk dünyasında, müstəmir olmağında o teorini təyid edir. Onun üçün, bunları geçək. Bir dana mən baxırdım, bunu sizə, çünki əksini salmışam ki, onu sizə göstərəm. Onu tapım, sizə göstərim onu. Bir dana, bilmirəm ki, onu necə göstərə biləcəm. Google eləsəz belə bir şey gələcəkdir. Adı budur, Grand Lodge of Free and Accepted Masons of Turkey. Türkiyənin masonları. Burada elə Google qoyubdur. Deyir ki, 2020-də, as of 2020, 2020-də, yəni 3 il bundan qabaq, 4 il, üstə indi 2004-dür. It was around 17.000 member. Masonların 17.000 üzvü var imiş. Əgər görsədə bilsəm, burada 17.000-i bu rəhlidir. Görün bunu necə tuta bilirəm, görəsiniz. Amma tərsə görsənir, yəni mütəəssifanə. Mən gərək bir iş görəm ki, bunu eləyə biləm kompüterin skrinində sizə görsədəm ki, bunları görsədəm sizə. 17.000 2020-də mason var Türkiyədə. 17.000. Yəni, inanın mənə, mən əlimi qoyaram, Qurana and içərəm. Türkiyə məclisinin %80-i masondur. Fərq eləməz ki, Erdoğan'ın partisindən olsun, o birisinin partisindən olsun. Being in amity with 158 Grand Lodge var. 158 2020'də mən 172 eşitmişdim Türkiyəlilərdən. 158 loj mərkəzi var. Masonların mərkəzi var. Üzr istəyirəm. Burada yazmıyor Türkiyədə. Üzr istəyirəm. Mən bunu iştibat edim. Being in amity with 158 Grand Lodge. Grand Lodge yox, böyük o mərkəzlər. Around the world. Dünyanın dövrəsində 158 tane masonun əsli mərkəzi var. Grand'i var. The body is the sole representative of regular Freemasonry in Turkey. Deyir ki, bunların, indi yazmıyor bura, deyir ki, o bu Freemasonrylərin, Framasonların Freemasonry azad məsullar, misyonları olan, məsuliyyətləri olanlar. Nə məsuliyyətləri var bunların dünyada? Allah bilir. Nə deyirdik, xarac etdik? Haqdan danışırıq. Qeydaq, o şeydən çıxaq, gələk bura. Dünyada haqq deyə bir şey yoxdur. Güclülərin oyunudur. İndi haqq deyə bir şey yoxdur və biz burada hüquq bəşərdən danışırıq, qanun əsasdan danışırıq, gündəki qanunlardan danışırıq. Ağa, İranda qanun əsasının kaş eləyə biləm axı. Kaş mən bunu gələn dəfə bir cür eləyərəm ki, bu screen eləyə bilim oradan.
açımını. Təəssüfənə budur ki, bunu kompüterə aparamıram ki, eləyə biləm bu skrini sizə göstərdəm. Burada da başarmıram. Yəni bu telefonda bilmirəm nə cür olar. Onun üçün bunları başa. Çünki bunu istəyəsə bir dənə səhvə gətirəsə bilmirəm nə cür olacaqdı. Ona amma burada bilirdim. Amma burada da mənim bu Instagramım kompüterdə işləmir. Bağlıdır. Hər nə edirəm ora şey gəlmir. Bir kod gəldi, kod gəlmir. Onun üçün onu edə bilmirəm. Orada bir ayrı adla da orada da 50 nəfər zət dostum vardı. Onun üçün o iş vermir. Ərz eləyim xidmətinizə ki, İranın qanun əsasında, İranın, farsların yazdıqları qanun əsasında bir çox usul var. Yaxçıdır. Yəni yazılı, o yazı olaraq yaxçıdır. İnsanları tovlamaq üçün çox gözəldir. Biz də ona tovlanmışıq. Yaxçıları deyirəm, pisləri demirəm. Mən vilayət fərqi ya pisidir. Ki mən danışqahda bunun haqqında 2 həftə dalbadal o zaman 171-də 1371-də 2 həftə dalbadal eyni mövzunu dərxast elədilər, getdim konferans verdim və orada göstərdim ki, İranın qanun əsası oyuncaqdır. Hətta məni o dərsdə imtahanla məhkum elədi danışqah və danışgədə. Əllamə Təbatəbədə dərs oxuyurdum. Ustad dedi ki, mən səndən nəsə imtahan alıram. Mən sənə 20 verirəm. Mən o dərsi 20 ilə çıxdım. İmtahanda da şirkət eləmədim. İmtahana getmədim. Ustad dedi gəlmə. Çünki səni imtahanda məhrum ediblər. Amma mən nömrəmi aldım. Ən böyük nömrə də ki almışam odur. Çünki mən orada getdim bu təhqiqi qanunun əsasının üstündə bir təhqiq elədim. Göstərdim ki, usullar hamısı bir-birinə bağlıdır və hamısı rəhbərə bağlıdır. Rəhbər tamam sistemi kontrol edir. Onlardan keçək. Biri budur ki, deyir ki, silahsız və İslama zərərsiz rahpeymalı hamının haqqıdır. Hamının etiraz haqqı var. Polisdən, qanundan icazə almaq şeyi yoxdur. Sən gedirsən polisə deyirsən, mən çıxacağam xiyabana. Yox, polisə nə rəbti var? Mən deyirəm ki, çıxacağam xiyabana. Çıxırsan xiyabana. 2 dənə şərti var qanun əsasında. Bir budur ki, əsləhə götürüb, yəni savaşmayacaqsınız, savaşa çıxmayacaqsınız. O zaman məsələn Kürdlər çıxmışdılar silahlı. Azərbaycan, Qərbi, Batı Azərbaycanda çıxmışlar falan. Ona görə dedilər ki, silahlı adam çıxmasın xiyabana. Bir də insanlar çox şah gedəndə çox padğanlardan əsləhələri götürmüşdülər. Hamı bilirdi ki, məsələn bu hizbilərin əlində əsləhə vardı. İcazə versələr bir gün bunlar gəlirlər şəhəri silahla gəlsələr, şəhəri kollən getirdirlər əllərinə, kodita olar. Eyni kodita ki, farslar bunu hardan təcrübə edir? Məşrutədən. Məşrutədə silahlı kodita oldu. Məşrutənin əleyhinə kodita oldu. Koditalar tarixində bir gün danışarıq. İranda olan koditaların tarixini danışarıq. Ərz eləyim xidmətinizə ki, biri də budur ki, İslamın zərərli olması. İslamın zərərinə nə ola bilər? Məsələn, fərz edin ki, tumançaq çıxsıq eşiyə İslamın zərərinə olar. Əxlaqı mümkün bir iddə adamlar nayrıhan olur. Mən istəmirdim tumançaqdan, gördüm. Görəm, gördüm. Ondan sonra İslama zərər gəlməsi. İslam üçün əşhədə ən la ilahə illallah və əşhədə ənə Muhammedən əbduhu və rəsuluh, bu İslamdır. Buna zərər nə gələr? Məsələn, çıxaq deyək ki, mərcbəri Allah, İslama nə olar? Məsələn, sən çıx ki, bir il denir ki, mərcbəri Allah. Nə olacaq? Mərcbər Həzreti Muhammed. Bir il denin, heç İslama zərər gəlməz. İslama heç olmaz. İslam bu tür şeylərlə aradan getməz. Bu tür şeylərlə aradan getsəydi, İslam indiyəcən aradan getmişdi. Tarix boyu çox çalışdır İslam aradan getsin. Mesela o da yalan. Orası yalandı, burası için müsellahane gelme. Tamam. Ondan sonra biz kim rahbimalık edebilir? Hizbi qurmaq azaddır. Hizbi qurmaq azaddır. Sonra gəldi qanun işlər hizbi vizarəti keşvərdən istəyəcəksiniz. İçişləri Nazirliyini istəyəcəksiniz. Sizə icazə versin, parti qurasınız ya yox. Parti qurasınız istəyirəm. Deyə bilməz ya yox. Amma indi İran Türklərə, ərəblərə, bəluçlara, türkmenlərə, qəşqailərə icazə vermir partiləri olsun. Partini fəqət Tehranlılar ya Tehran əsaslı pan-İranistlər qura bilərlər. Azərbaycanlı, pan-Azərbaycanlı, pan-Türklər quranmazlar. Bu pan-Türk məsələsində bir cələsədə danışacağım. Bəlkə də sabah danışdım bu pan-Türk məsələsi. Pan-Türk, pan-Fars, pan-Ərəb. Bunu bəlkə sabah danışdıq.
Ərz edeyim xidmətinizə ki, yazım burada bilimci, bunu pantürkçü o ləviyyətdə qoyum, çünki bu gündəlik bir məsələdir. Okay. Ərz edeyim məhzərinizə ki, sözümün yarısı çıxdı getdi zehnimdən. Dostlardan istəsələr bu mövzuda danışsınlar, vətən dostum. Eləyə bilərlər ki, istəsinlər, gəlsinlər bu haqda, haqq haqqında danışırıq, haqq haqqında danışsınlar. Ki, desinlər, məsələn, mənim bəhslərimi nəqd eləsinlər. Desinlər, iştibah deyirsən, doğrusu belədir, bizim nəzərimiz ayrı cürdür, ayrı cür düşünürük. Hər halda qanunda hizbi mücəvviz alıb işləmə haqqı var. Mücəvviz vermirlər. Azərbaycanlılar hər neyniyələr mücəvviz alamırlar. Qanunda fikir azadlığı, düşüncə azadlığı və düşüncəni yaymaq azadlığı var. Amma bu günləri siz düşüncənizi yazsaz, sabahları gedirsiniz zindana ya edama ya 15 il, 20 il, 30 il zindana. Adam özü qanun qoyub, özü qanunu nəzvəliyib. Niyə? Çünki o deyir ki, mən zorluyam. Dünənəcən bu qanunu qoydum, sənə qəbul etdirdim, sən məni qəbul elədin. İndi də bu qanunu qəbul icra eləmirəm. Qəbul eləmirəm. Mən icra eləmirəm. Ana dili tədris olması. Elə bu naqis vəziyyətə deyir, mən qoymuram. Niyə? Çünki güc məndədir. Sən güclü deyilsən ki. Mənim gücüm var, deyirəm, farsını oxutduracağam sizə. Sənin də gücün var, deyirəm, oxumuram. Türkçe okurum. Mütəvəccüh oldunuz? Qanunda deyir ki, bir adamı dəlilsiz tutmaq olmaz. Əgər biri bir qüvvə, bəllidir hangi qüvvə, hər qüvvə gedib tuta, idarə ittilaat adam tuta bilməz. Ərteş adam tuta bilməz, sipah adam tuta bilməz, nə bilim, dadgah müstəqim adam tuta bilməz. Dadgah hökm verər, polis gedər tutar. Amma indi hər kəs yuxudan durur, istəyir biri adamı tutsun, gəlir tutur. Ona hökmü vermir. Onun özünü döyür, ailəsini döyür, ailəsini giroqan tutur, ailəsinə əziyyət verir, evini dağıdır, evinin vəsailini götürür, aparır. Bir zamanlar var idi, özü ilə cürmü vəsaili gətirir, qoyurdu o evə. Məsələn, istəyirlər adamı tutsun. Məsələn deyirəm, mən filan kəsin qızından xoşum gəlir, bu da paslardır, ya bətsizdir, ya hər nədir. Gedirdi, məscidin qabağında durub, mən keçəndə tuturdu, axtarırdı, cibimə elamiyyə qoyurdu. Mücahidlərin elamiyyəsi. Sonra da çəkir çıxar, sənin cibində elamiyyə var. Hey, onun işinə bu elamiyyə mənim dəysiz qoydunuz. Yox, biz qoymadıq, sənin cibindeydi. Aparlı adamı edam edirdilər. Yüzlər nəfər belə edam olubdu. Yüzlər nəfərin evinə məvaddım xəddir qoyublar, tutturublar. Mən zindanda bir xatirə eşitdim, çox cəlib idi. Yazmışam bunları cəndə. Bir dənə darğa şahid varmış Təbrizdə, Seylab tərəflərində. Bu inqilab olandan sonra istəyir getsin komitəyə. Gedir komitə üzv olur. Bilirsiniz, komitələr bir zaman darğa şahidlər toplanmışdılar. Təbrizin latları, lütləri, itbazları, hər nə mənə xilaf desəz, onlar getmişlər, komitələrdə olmuşlar. Xalqi Müsəlman komitəsində onlar aradan apardılar. Yəni şəriət mədarinin tərəfdarlarını da onlar öldürdülər. Çünki onlara məzhəb, din, bu cür bir şeylər yoxdur. Onlar güc kimdədir, biz onun əlini öpəcəyik. Deyir ki, biləyin əgər bükənmədin, əlini öp. Türkdə məsəldir. Biləyin bükənmədin, zorun çatmadı, əlini öp. Yəni, itaət elə. Onlar ucuz deyil. Lümpən, inancısız, heysiyyətsiz, hüviyyətsiz, ağılsız, şərəfsiz insanlardılar. Özlərin rahatca satarlar, güclüyə. Onlardan biri gedir komitənin, Abbasidə bir komitədə olur, bir müddətdən sonra deyir ki, mən burada məsələn qaldım, mən burada gərək bir cür eləyəm ki, gedə yuxarıya. Bir nəfərə pul verir ki, gəsən məni terror elə. O da gəlir bunu vurur, təsadüfən bu da pis yerindən dəyir zahirən. Elə bir o da sonra bəlli olur, özü gedir, nədir olur, deyirlər ki, filan kəs mən özü pul verdi, mən də onu terror elədim. Yəni belə bir şeylər biz görmüşük, mütəəssifanə, istəyəsiz, istəməyəsiz. Adamlar belə bir mərhələdən keçibdir.
Hər halda İranın qanunları icra olmur. Niyə? Deyir ki, mən güclüyəm, silah məndə, pul məndə, ordu məndə, edam qanunla, qanun qoyub edam ola bildim. Çox adamlar ki, zindandırlar, dostlar, bunlar qanun üzrə mühakimə olmayıblar. Gərək bunları tutanda kağız verəydilər ki, bu dəlillə səni tuturuq. Aparandan sonra bunları şikəncə eləmək heç, tək otaqda saxlamaq haqqıları yoxdur. Çünki tək otaqda saxlamaq yəni şikəncə. Qorxunmaq haqqıları yoxdur. Gərək bunlara deyirlər ki, sənin cürmün budur. Bu cürmə görə də sənədlər budur. Sən bu sənədlərə görə nə deyirsən? Adam da deyir, tamam, bu işi görmüşəm və görməmişəm. İranda bu cür şey yoxdur. İnsanı aparırlar orada, qorxudurlar, vururlar, döyürlər. Qorxudan, ya elə doğrudan vurmağına adam etiraf edir ki, tamam, nə deyirsiniz deyim, mən deyim, amma məni ötürün, ya məni şey edin. Adama qol verirlər, səni ötürəcək, aparırlar zindana, məhkum edirlər, edama məhkum edirlər. Sonra görürsün, bir dənə pullu ki, zindanda məhkum olubdur. Ya bir dənə İran dövlətinin adamı məhkum olubdur. Onu deyirlər, edam elədik. Bu adamı, bu yazığı aparırlar, onun yerinə edam edirlər. Onu o İranın məmurun zindandan azad edirlər. Ayrı bir adına çıxır gedir. Ayrı bir məhəllədə gedir yaşır. Ayrı bir şəhərdə, ayrı bir məmləkətdə gedir yaşır. Bu İranda rəvaçdır. Yəni qanun niyə o cür eləyir? Niyə məsələn bir dənə yazığı tutur, aparır, edam eləyir ki, bir dənə pullunu, bir dənə dövlətlini, bir dənə öz məmurun zindandan çıxasın, göndərsin ayrı məmləkətə, ya ayrı bir yerdə getsin, yaşasın, tanınmayan halda desinlər, amma edam elədik. Çünki deyir, pul məndədir, güc məndədir, zor məndədir, istədiyimi yaparam, kim də buna bir etiraz eləyə bilməz. Keçən 44 ildə heç olmasa İranda 300 min nəfər edam olub. Keçən 2 həftədə 31 nəfər, 32 nəfər edam olub. Keçən 2 həftədə. Kimin səsi çıxır? Kim deyir ki, niyə bizim balalarımızı edam elədiniz? Kim deyir ki, qanuni deyil, qanun əsasına deyil, hüquq deyil. Hangi hüquqla sən mənim adamlarımı? Dünənəcən, yəni məsələn bir 5-6 il bundan qabaqcan, 10 il bundan qabaqcan, 1374-dən zadacaq ki, biz bunu danışdıq ki, mən özüm də bunun tərəfdarı idim ki, məvadlı müxəddiri qanunsuz edamları dayansın. Çünki məvadlı müxəddir çəkənlər, xüsusən istifadə edənlər, bunlar biz məriz istirdik deyək. Çünki adamları öldürürlər. Bunlara bir yol tapaq edam olmasın. Gəldik mətbuatda dedik ki, bunlar mərizdirlər, bunları öldürə bilməzsiniz. Çünki vaqəən də bu cürdür. Biz bilmirik ki, insanın DNA-ində, genində nə mərizçilik var ki, o məvadlı müxəddirə gedir. Məsələn, mən siqarın, tüstünün, kebab tüstüsündən xoşum gəlir. Amma məsələn, siqar tüstüsü olsun, hər nə tüstüsü olsa, o olsa mən mərizdirim. Tamam, mənim genimdə belə bir şey var. Amma bəzi adamın genində var ki, bunlar çəkir. Mən nə edeyim? Yəni, onlar məriz deyildir, mərizdir. Onun bir şeyi var canında ki, o onu istir. Bundan ötürü onu necə edam edirik? Sən istəyirsən olmasın, bazarını bağlayacaqsan. Bazar kimin əlində? Spa-pastaranın əlində. Onu bağlı, qoyma gəlsin bura. İttilaatın əlində. Bu iki orqanın əlindədir bu məvadlı müxəddirin gəlişi, gedişi, tranziti, satışı, mafiyası. Onlar çəkilsinlər kənara, desinlər biz bağlayırıq, bağlasınlar. Məvadlı müxəddir gəlməsin, bunları da çəkməsinlər. Bazarı bağla. Əsən qoyma gəlsin məmləkətə. Necə məsələn 2 nəfər bir otaqda danışır, onu tutursan, məvadlı müxəddiri doçarxı ilə gətirirlər, qapıda verirlər, gedirlər, sən bunu tutanmırsan, tanımırsan, yadda. Özü hamısı tanıyırlar. Əsən bilirlər ki, kim satır, kim çəkir. Amma tutur. Edam edirlər hər halda. Niyə? İndi niyə edam eləmirlər? Çünki qanun dünənəcən o cürdə mafiya dedik, niyə bunları edam edirsiniz? Bunları niyə ada öldürürsünüz? Qoyun bunlar gəlsin, çəksinlər də. Bizə pul qazanır. Biz millətin cibindən pul çəkəcəyik. Sən maşını satırsan, çəkirsən, o birisi bursuda çəkir, bu birisi. Mən də burada çəkirəm. Niyə mənim şeyim? Olmasa mən də səninlə tutub əsləhə götürürəm. Məvadlı müxəddir mafiyası o birisi mafiyalarla danışdı və sətdən bunu götürdülər. Məsələn, indi məvadlı müxəddir hər yerdə azad çəkirlər. Bəzi onlar ki, mafiyadan dışarıdan ya mafiyanın içində istəyir bir özünə bir şey etsin, onları tuturlar. Qanun yoxdur. İndi qanun yoxdur, tamam. Bəs dünya, İranda bildik ki, nə ya anayasa ən önəmi var. Çünki dedik ki, güclünün əlində bir silahdır qanun. Qanun haqq deyil. Sənə haqq verilmir. Haqq odur ki, məsələn, Allah veribdir. Allahın bir dənə qanunu var. Deyir ki, diqqət buyurun, mən ona görə deyirəm, Quranda bəzi ayələr deyir ki, Quran təhrif olub. Bir dənə də hədis var idi, şah zamanı deyərlər, İnqilabdan bu yüzden bunu demirlər.
O da hədis buyurur, deyir ki, əgər Quranda bir ayə ola ki, ağlına cür gəlməyə, ziddə əql ola, o ayə cəhlidir. O hədis cəhlidir. Amma inqilabdan bu yüzden demirlər. Çünki əslən inqilab və onun adamları cəhl üstündədirlər. Cəhl üstündədirlər. Onun üçün sizə deyir ki, ağlı işlətmə ki, bu ayə Qur'ana əl aparmış olarlar. Məncə əl aparmış olarlar. Qur'anı bir Həzrəti Məhəmməd xanımlara əcib ehtiramlar var idi. Həzrət Xədicənin kölgəsindən çıxa bilmirdi ta Həzrət Xədicə ölüncə. Həzrət Xədicənin vəfatına qədər Həzrəti Məhəmməd Həzrət Xədicənin kölgəsindən çıxanmırdı. Yəni bu qədər xanımın önəmi var idi Həzrət Məhəmmədin düşüncəsində. Siz fikir edin, bir dənə yetim uşaq, bir dənə sərmayədar xanım tapılır, onu işlədir, ona hüviyyət verir, yetimdir da, dədəsi də yoxdur, nənəsi də yoxdur, böyük babazat da saxlayamır, əmi dayı da saxlamır bunu. Bu, saxlasalar da yetim kimi saxlayırlar da, bir dənə başına vururlar, bir tikə çörək verirlər. Bir dənə arvad tapılır, bir dənə xanım tapılır, bunu işə alır, pul verir, sərmayə verir, işə göndərir, təcrübə qazandırır, özü Yəhudidir, Yəhudi ailəsindəndir. Qardaşları, dayıları, əmiləri Yəhudi kilisəsinin böyük alimlərindəndir. O zamanın savadlı düşünürlərindəndir. Xədicə bu cür bir ailədəndir. Həzrəti Məhəmməd gəlir, bu xanım bunun xoşu gəlir bir müddətdən sonra. Xanım deyir ki, cəm mən səndən evlənim. Və mən sənə cahazat necə verim, cahazız da mənim öhdəmə. Ev də mənim öhdəmə, hər şey mənim öhdəmə. Sən fəqət məndən evlə, mənim səndən xoşum gəldi. Baxın, bu Məhəmməd ki, belə bir təcrübəsi var, kəbin, mehriyə, qızlar oğlanı istəyənməzlər deyə bilməz. Ağla batmaz. Çünki o təcrübəsinin ziddinə gedə bilməz. Biz bunun, mollalar bunun üstünü örtüblər. Həzrəti Məhəmmədin 4 qızı var. Birindən danışırlar ki, 18 yaşında ölübdü. Yəni xanım Fatimədən danışırlar. Fatimədən qabaq 3 dənə böyük qızı var ki, bunlar 50-60 il ömr eləyiblər, 4-5 uşaqları vardı. Bunlardan niyə danışmırlar? Çünki siz onları bilməyəcəksiniz. Onları bilsəz tarix dəyişər. İslamı bu iş göstərirlərsə bunu deyə bilməzlər. Sizə bir şeydən Fatimədən danışırlar ki, ölüb desin onun siyasi sistemi yaşamayıbdı. Fatimə siyasi sistemi 18 yaşında ölübdü. Amma hangi siyasi, hangi ağlı nə qədər yekəlmişdi ki, eləyə bilər, gərək siyasi sistemdə yaşayaq. Amma nağıl düzəldiblər. Bunun xanımın filankəs öldürdü, qarnında uşağı saldı, uşağa da ad qoyublar, bir uşağı da varmış, o da ölübdü. Həzrəti Əli də kişmişmiş, yer almaymış. Əslən o öldürənlərə deməyib ki, mən sizə mənim arvadımı niyə öldürmüşsünüz? Nə o zamanki gücdə deyildi, xəlifə deyildi deməyibdi, nə də xəlifə ondan sonra deməyibdi ki, mənim arvadımı niyə öldürdünüz? Amma Molla bu günləri deyir ki, yox, Əli düşünməyib deyibdi. Mən deyirəm ki, öldürüb da. Əli düşünməyibdi. Əli o zaman təqiyyə eləyib, mən təqiyyə eləmirəm. Adam belə yalanlar düzəldirlər. Buradan sizə fikir düzəldir, buradan sizə plan düzəldir, bəhman düzəldir. Bunlar ötürün geçsin. Quranda bir ayə var, deyir ki, hər kəs bir adam öldürsə, insaniyyətin hamısını öldürmüş kimidir. Bunun qabağında bir şeyin ki, bu belə bir düşüncə olsa ki, mənim nəzərimə dünyanın ən insancıl, hüquqi bəşərçi ayəsidir. Yəni, heç bir din siz görə bilər. Əlbəttə, bundan, məsələn, İsa'nın da sözü var, deyir ki, əgər bu üzvə vursalar, o üzvü çəvir. Bu da yaxşı sözdür. Amma bu da zülmü qəbul edirsən. Orada zülmü qəbul elədi yoxdur. Orada deyir ki, sən adam öldürməyəcəksən. İndi burada o şeylər ki vardı, ayələr, vurun, öldürün, kəsin, vurun, müsəlmanlar məsələn dindən çıxsa öldürün, nə bilim, filan iş görürsün. Mənim nəzərimdə bunların hamısı dini gətiriblər. Mollalar keçən 1000 ildə Peyğəmbərdən sonra molla yox idi. Çox uzun zaman, 4-500 il molla yox idi İslamda. 4-500 ildən sonra yavaş-yavaş bir dənə sənət çıxıbdı, iş çıxıbdı, adına deyiblər molla. Bu mollalar gəliblər, öz işləri üçün günü-gündən qanun gətiriblər. İstəməyib arvadı çıxsın eşiyə deyibdi ki, arvadlara hicabla, arvadlar evdən eşiyə çıxmalı. İstəyib deyir ki, arvadlar baş açıq çıxmasın eşiyə, arvadlara hicab lazımdır.
Arvadlara falan olmalıdır, o lazımdır. Arvadlara falan olmalıdır, o lazımdır. Özləri nə istəyiblər, onun özlərinin içindəki İslam deyən soxublar millətin beyninə. Bunlar qanun deyil, bunlar İslam deyil. Bunlar mollaların, cahillərin yaratdığı qanunlardır. Zəifləri idarə eləmək üçün, arvadları, xanımları idarə eləmək üçün qanun getirdik mallah. Onu da yazıb kitaba. Biz de bu gün oxuyuruq, deyirik ki, İslam, Peyğəmbər belə deyibdir. Belə bir şey yoxdur. Məncə Qur'ana əl aparıblar. Qur'anın ən böyük ayələrindən ki, bunun ziddinə gələnlərin hamısı mənim nəzərimcə çıxmalıdır Qur'andan. O da budur. Hər kəs bir adam öldürsə, elə bir ki, insaniyyəti öldürübdür. İndi buna baxanda deyirik ki, hüquqi bəşər var axı və Sazman Millər bir dənə hüquqi bəşər yazıbdır. Hüquqi bəşər dünyanın harasında icra olur? Mənə deyin ki, hüquqi bəşər filan yerdə icra olur. Kimin haqqında, nə zamanda icra olur? Biz gəlmişik Kanadaya, İranda biz fəaliyyət siyasi ellərdə tutuluruq, gedirik zindana. Kanadaya gəlmişik, azadlıqdan faydalanırıq, getmirik zindana. Kanadada mən Kanadaya görə siyasət ürətmirəm ki. Mən Kanadaya görə danışmıram ki, görəm Kanada dövləti mənə nə edəcəkdir. Mən hamma burada gördüm Black Panthers, Kanada dövlətinin sərmayədarlarının ixtilafına çıxdı Torontoda şəhər xiyabanına. Hamısı tutdular, şikəncə elədilər. O qət döymüşlər, başdan ayağa yara idilər. Özdə aparırdılar. Məsələn, polis bilir kamera hardadır. Bu kameradan o kameranın arasında görünməyən yerdə bunları döyürdülər. Bunları şil-küt elədilər, şil-küt. 4 ildən sonra dadgah polisi məhkum elədi. Bunlara cərimə versin. Bununla belə ki, polis çalışmışdı. Heç mədrək qoymaya ki, polis bizim kimi deyil ki, polis bilir nədir? Məsələn, ittilaatda birini vursalar, ya şeydə birini vursalar, polis, o bilir mən necə vuracağım ki, bu adamın bədəni qərəlməsin, sınmasın. O onu bilir. O sənə o cürsü vurur. Ya da vurur, sənə o qədər saxlar ki, bu əlamətlər getsin, ondan sonra aparsın. Mənim üstümdə hər ikisi oldu. Mənim öz üstümdə hər ikisi oldu. O qəs səni saxlar ki, bu olmasın. Amma məsələn, mən o gün, 3-cü gün idi ki, ailəm gəldilər məni görməyə, tanımadılar məni. Mən onları tanıdım. Çünki o qət vurmuşdular ki, ağzımda dişlər, mən Kanadaya gələndə, ağzımda danışanda dişlərim belə tərpəşirdi. Və eşikdən baxan görür ki, mənim dişlərimin hamısı belə tərpəşir. Getdik bir gündə hamısını çəkdilər. Çünki, məsələn, bu ağıza bir 300 dana yumruq dəymişdi. Bu dodaqların biri, məsələn, bu yeki axda olmuşdu. İndi xanımlar aparırlar, jel vurdururlar karikaturu şəkildə. O karikaturu şəkildə yekəydi mənim dodaqlarım, məsələn. Hüquqi bəşər əvvələn hər yerdə icra olunur. İkinci, hüquqi bəşəri ha vaxt yazıblar, 2-ci Dünya Savaşından sonra. Yəni 2-ci Dünya Savaşından hüquqi bəşər adında deyə bir şey yox idi. Kim yazdı bunu? Güclülər. Kimə yazdılar? Gücsüzlərə. İcra olur gücsüzlərin haqqında yox. Hangi məmləkətdə icra olur? Heç məmləkətdə. Amma onu yazdılar. Niyə? Çünki o bir ideolojidir. Zəifləri toğlamaq üçün. Xüsusən zəif millətləri, zorsuz, gücsüz millətlər ona rahat toğlanırlar. Çünki hüquqi bəşər. Yox. İndi deyək ki, hüquq, indi burada gəlir, sözün əslisi buradır dostlar. Buradan dedik ki, hüquq yoxdur. Hüquq zorluların, güclülərin yazdığı əllərində bir silahdır. O silahı lazım olan qədər işə apararlar, lazım olan qədər o silahı gizlədərlər. İndi, bəs onda bu sual gəlir. İnsaf Əli, sən deyirsən ki, bizim həqqimiz var, istiqlal ola. İstiqlalda bax, bu həqqi hardan deyirsən? Sən deyirsən ki, bizim bu haqqımız var, o haqqımız var, o birisi haqqımız var, vətən haqqımız var, filan haqqımız var. Və bunlar nə cür oxuyursan, iki dənə düşün çəlişkinin içində bir tərəfdən deyirsən haqq yoxdur, bir tərəfdən deyirsən bizim haqqımız var. Dostlar, burada o çəlişkiyir. Haqqı sən özünə nə qədər görürsən, nə cür ölçürsən. Sənin özün özünü tərif eləyəcəksən, haqqını tərif eləyəcəksən, güclənəcəksən, bu haqqı hamıya qəbul elətdirəsən. Qutardı getdi.
Mənim tərifimdə haqq yoxdur. Haqqı güclülər yazar. Gücsüzlər haqq yazanmazlar. Güclülər yazılan haqqların içində oynarlar. İstəyirsən haqq sahibi olasan, güclənəcəksən. Güclənəcəksən, özünə haqq tərif edəcəksən. Deyəcəksən ki, Bismillahirrahmanirrahim, yəni mən müsəlmanam. Yəni mən Allaha inanırım. Biz türkük, elhamdülillah, müsəlmanıq, elhamdülillah. Əşhədu ənə Muhammeden abduhu və rəsuluh. Mən şəhadət gətirdim, buracan da müsəlman deyildim, indi də müsəlman oldum. Bu mən özüm bu haqqı özümə tərif elədim. Eləyə bilərəm gedəm deyəm ki, mən Məsihi olam, mən Yəhudi olam, mən gedəm məsələn Zərtüştü olam, mən gedəm Konfüsiyus, mən gedəm Hindu, mən gedəm İlan, mən gedəm Öküz. Bunları ibadət edəyəm. O da mənim üçün haqqımdır. Mən o günləri açdım da, bugün açmayacağam. Bu dinət xay bir şeydir. Kravat dindir. Bu yunları bu rəngin salarım, dünən o birisi rəngdə, o birisi bir ayrı rəngdə salmışım. Bu kravat dindir. Şey deyil. Mənim qulağım kimi, burnum kimi, dodağım kimi, qəlbim kimi, ciyərim kimi, böyrəyim kimi deyil. Mənim özüm deyil. Onu mənə veriblər. Mən də almışam, onunla adət eləmişəm. O bir adətdir məndə. Mənim dedəm Alzheimer tutubdu, namazın qılır. Hər şey yadından çıxır, amma namazın qılır. Yəni namaz yadından çıxır. Vaxtində, saatı gələndə o yuxudan duracaq, o namazın qılacaq. Adətdir bu. Bu düşüncə üzüyünə deyil. Biz də dini adətən almışıq. Görmüşük dədəmiz namaz qılır. Bizim əslində oxuyanda qulağımızı doğanda 1-2 saat sonra gəlib əşhədən la ilahe illallah, əşhədən də Muhammeden abduhu. Ondan sonra əzan oxuyublar bura. Sonra da iqaməni oxuyublar bura. Sonra bir dənə müsəlman ad qoyublar. İnsaf Əli. Müsəlman ad. Ondan sonra da dədəm namaz qıldıqca mən də təşviq olmuşam qılaram. Nənəm namaz qılmışam, mən də təşviq olmuşam. Onlar neynirlər? Uşaq dədə-nənəni yansılar, böyükləri yansılar. Onların necə böyük başmağın giyir uşaq, dədənin başmağın giyir. Çünki istəyir dədənin başmağına geçsin, o gedən yola geçsin. O din də o cürdür. Biz də dədəmiz nə cürdür, bunu getmişik. Heç kəs deyə bilməz, mən təhqiq eləmişəm. Ayətullahı da təhqiq eləməyibdi, filsufu da təhqiq eləməyibdi. Yalan deyirlər. Yalan deyirlər. Hər kəs deyir, mən təhqiq eləmişəm, bunun üstündə din gətirim, İslamı qəbul eləmişəm, yalan deyir. İslamın brainwash olmuşuq. Beynimiz bizim İslam üstündə yıxanlıbdır. Bizim təmayülümüz buna çoxdur. O şeylər ki, İslamın zərərli olar, onları eşitmərik. O şeylər ki, o birisi dinlərin, o birisi inancların zərərli olar, onları eşidərik. Onları xeyrin olanları eşitmərik. Məsələn, biz əslən Marksdan, İngilizdən falandan xoşumuz gəlməz. Hətta Ayətullahların balaları ki, kommunist olublar, onlar elə istər-istəməz dindən bir müsəlmançılıqları var. Biz elə o Məsihlərə bənzirik, ya o Yahudilərə, o Zərtüştlərə bənzirik ki, bərgi gələndə deyirik, Allahümmə səlli ələ Muhammed və alə Muhammed. Çünki bu adətdir. Biz bunu adət olaraq yaşamışıq. Tamam. İndi qanunları hüquq bəşəri ha zaman yazıblar dostlar? Dedik ki, 2-ci Dünya Savaşından sonra. 2-ci Dünya Savaşı 1945-də qutarıbdı. 1945 ilə 50-nin arasında 5 il, bu da 55 il, o da 24 il, 55 il, 24 il, 79 il. 79 il bundan qabaq Dünya Savaşı quturubdu. Deyək ki, 75 il bundan qabaq da o hüquq yazılıbdı. Bəs bu hüququ bir zaman yazıblar da, bir iddia adam oturub yazıbdı. Biz də oturub yaza bilərik. Bu şərtdən güclənək. Yoxsa indi mən qanun yazım, hüquq yazım, deyim ki, mən müsəlmanam, ya deməyim, məsələn, müsəlman deyil. Biz istəyirik sekular olaq, biz istəyirik bu məmləkətimiz müstəqil olsun. Kim buna tərəf farslar, kim buna şeylər, əhəmiyyət verər? Heç kəs. Çünki zorun yoxdur ki. Zorun yoxdur ki, bunu icra eləyən. İcra eləmədiğin şeyə zorun olması qanun deyil. O qanun ki, yazırsan sınmaqdan ötürü, onu yazmasan yaxçıdır. Amma dostlar, bir şey var. Mən bir kitab yazmışam, İranda çap olubdu. O kitabda
Bir şey mənim çox xoşuma gəlir. Bir din var hindilərin içində, Sikh dilər. Adları Sikh. 750 il bundan qabaq düzəlibdi. Təqribən ordu dili biraz bundan sonra düzəlibdi. Fars dili biraz bundan sonra düzəlib məncə. Biz düzəltmişik. Belə nəzərə gəlir ki, bu Sikh dilinin də yenə biz düzəltmişik. Türklər, Azərbaycan türkləri düzəltiblər. Belə nəzərə gəlir. Bəlkə də hindlilər düzəldiblər. Bəlkə də o zaman İngilis yox idi. O zaman İngilis adında bir məmləkət torpaq üzündə yoxdu. 700 il bundan qabaq, 800 il Hind adında, İngilistan adında bir məmləkət yoxdu. Bunu da danışarıq. Bir gün bu İngilistanın da var olmasına, Avropanın var olmasına bir gün danışarıq. Vaxt olsa, bu düşüncədə. Dostlar, bunu deyim ki, dostlar, tamam hizbilərimiz və qeyri ağay Çehriqani cənabları hamısı qəbul ediblər ki, o düşüncə otağı bərnaməsində ki, gələn həftə yox, o birisi həftədən başlayacağıq. Yəni sizin bu günləri cümədir, bu həftəki ümizimizə gəlir. Yox, o birisi həftədən biz başlayacağıq. Güney Azərbaycan liderlərin, partilərin, liderlərin gətirək düşüncə otağına. Düşüncə otağında bunu danışacağıq, düşüncələri ortaya qoyacağıq. Mən bu gündən onların proqramlarını yazacağam, söhbətlərin, sorğu-sualları yazacağam, müntəşir edəcəyəm sorğu-sualları. Onların da hamısını, liderlərin hamısını göndərəcəyəm, hamısı bilsinlər. Bir-bir bunları gətirək, danışdıraq otaqda. Sizlər də o zaman soru soruşa biləcəksiniz, amma qonu haqda. Tamam, bunu da ittilai idi. Vəsətdə bir agəhi təbliğatı getdik. Dostlar, indi biz özümüzü nə görürük? Özümüzü nə tərif edirik? Əvvəl bir bunu tərif eləmək. Düşüncə otaqları bunlardan ötürü. Əvvəl biz özümüzü tərif eləməliyik. Mən kiməm? Nə istəyirəm? Bu istəyə hangi güc lazımdır? O gücü nə cür əldə edə bilərəm? Çünki özümüzü tərif eləmək, yəni hüquq yazmaq, qanun yazmaq, hüquq. Özümüzü tərif elədik, istəklərimizi bəlli elədik, o istəklərə nə cür əl tapacağıq, onları da bəlli elədik. Biləcəyik ki, bizə güclənmək lazımdır. Güclənmək üçün biz yolları araşdırmalıyıq. Nə cür güclənə bilirik, nə cür birlənə bilirik ki, biz hüquq sahibi olaq. Yoxsa mən deyirəm özümə türk, o deyir sən azərisən, sən türk deyirsən. Mən deyirəm mənim dilim türkçü, deyirsən mən farsı öyrədirəm, sən fazərisən. Sənin radyo, televizyon farsı danışır, sən dədən nənən, mənim nənəmin savadı yoxdur, amma farsı. Soruşuram nənə filan şeyin, məsələn o günləri soruşmuşam ki, hamısından, famililərin bir çoxundan soruşmuşam ki, çörək ki abılır, biz çörəyi alırıq çörəkxanadan, ortası biraz çox qırmızı olur, biraz da nazik olur. Bu quru-quru əzilir, tökülür. Bu əzilib tökülənləri ki, hamı da çox sevər, buna nə deyirik? Mənə deyiblər, xordə deyirik. Deyirəm, bax, bu farssadır, türkçə deyir ki, ya farsça olmasın, bu deyir, bunu demərim. Yəni, görürəm ki, birdən, məsələn, savadsız adam televizyondan o qədər eşidib ki, fazəri olub. Bu nə deməkdir? Bizim gücümüz yoxdur. Gücümüz olmadığı üçün televizyonumuz yoxdur. Gücümüz olmadığı üçün dilimiz rəsmi deyil. Gücümüz olmadığı üçün radyo, televizyonumuz özümüzün deyil. Gücümüz olmadığı üçün haqqımız yoxdur. Çünki haqqı şərət özünü tərif eləyəsən. O sənə haqq tərif eləməz. Sənin düşmənin, sənin məmləkətin, torpağı, beyni işğal eləyən sənə haqq tərif eləməz ki. Bir dəfə misal vurmuşdum, bəlkə dostlar eşidiblər, amma mənim özümə üçün cəlib gəlibdir. Bunu çox-çox üstündə düşünürəm. Daimən düşünürəm. Yəni taza bir məlumatdır. 3 ay bundan qabaq bunu almışam. Bunun üstündə daimən düşünürəm. Çünki bu bir fəlsəfədir. Avropalılar, Məsihilər hangi torpağa giriblər? Əvvəl orada deyiblər ki, mən istəyirəm burada diri adam qalmasın. Hər kəs diri qalırsa, məmulən qocaları diri saxlayıblar. Deyiblər, bunlar 3 il, 5 ildən sonra öləcəklər. Uşaqları götürüblər, aparıblar öz mədrəsələrinə, öz kilisalarına həm işlədiblər, həm döyüblər, həm təcavüz eləyiblər, cinsi təcavüz eləyiblər. Təcavüz neçə cürədir? Bir var ki, insanın
azadlığına, hüququna, canına, şapalağına vurursa bu təcavüzdür. Bir də ki, insana təcavüz cinsi elərsən, yəni bir ayrı iş görərsən. Bunları eləyiblər, bunların dilin, hər şeyini çeviriblər ki, siz şey olacaqsınız, mütərəqqi olacaqsınız, bizdən olacaqsınız, bizə qoşulacaqsınız. Amma 400 il, 500 il, 700 il İspaniya imparatorluğunun üstündən geçibdi. Bunlar hamısı İspanyayı dilli, İspanyayı tarix, hər şeylərin İspanyayı olublar. Amma nə düşmən bunları İspaniyalılar bunları İspanyayı qəbul eləmirlər, nə bunlar İspanyayı ola bilirlər. 700 ildən sonra. Nə İspaniyanın teknolojisinə, sənətinə, hünərinə yetişə bilirlər, nə də ki, özlərinin işinə qayıda bilirlər. Çünki bunları düşmən necə tərif elədi? Düşmən kimiydi? İspaniya. Bunları torpaqlarını işğal elədi, bunların beyinlərini işğal elədi, bunları tərif elədi. Sən İspaniyalı Məsihi olmalısan. Dilin Məsihi olmalıdır, tarixin Məsihi olmalıdır. Siz əslində əvvəldən Məsihiydiniz, sizin dədələriniz Məsihidir, sonra filan kəslər gəliblər, burada sizi bu cür eliblər. Adamlar da inandılar, o tərifə qəbul edildilər, onu özlərinə hüquq elədilər. O hüquqda nə oldu? Nə məmləkət sahibidirlər, nə torpaq sahibidirlər, nə bir şey. Yəni mən bir-iki dəfə demişəm ki, nə də deyim, Kanadanın, inşallah burada düzəldirəm, bu kompüterdən eləyə bilsəm, gələm bu Instagram açam, orada sizə əslən web saytlarını açaram, bir-bir göstərirəm ki, Kanadada İngilistanın ordusu, şah oturub orada, İngilistanın şahı, Ləndəndə, ordusu gəlib bura, burada adamları öldürüblər, qətliam eləyiblər, qoymayıblər, adam qalsın. Məsələn, Amerikada 100 milyon yerlini öldürüblər. 100 milyon. Deyin ki, bunu 100 ildə öldürüblər. Amma 100 milyonu 100 ildə öldürüblər. Sonra bunların uşaqlarını aparıblar, mədrəsələrdə, kilisalarda saxlayıblar, evlərə veriblər. Məsələn, hər evə 2 dənə, 3 dənə uşaq veriblər. Həm işlət, həm də bunu ingilisi dili öyrət. Bunları ingilisli kültürü ilə yekəldin. Bunlar yekələndə daha bilməsinlər, dədələri var idi, nənələri var idi. Uşaq yekəlir, amma baxır, uşaq, mənim qiyafəmlə bunun qiyafəsinin fərqi var. Mənim bir dədəm var idi, uşaqlığımda bir nənəm var idi. Məni sonra gətirdilər bu mədrəsəyə, bu evə. Amma ondan qutara bilmir ki. Ondan qutara bilmir. Çünki düşmən səni tərif elədi, sənin zehnivə keçirdi, sənin haqqın bundan buca düşmən yazdığı. Düşmən sənə haqq yazmaz. Zorsuza haqq yazarlar, zorsuz haqq yazmaz. İndi biz nə etməliyik, dostlar? Biz Güney Azərbaycan ya İranda yaşayan türklərin bir yolumuz var. Özümüzü tərif eləyək, özümüzə hüquq yazaq, özümüzün hüququmuzu əldə eləmək üçün güclənək, bu hüququ ki gücləndik, bunu o birislər bir diktatorluq bıraq. Əslən demokrasi bizim haramıza yaraşır. Biz hakimiyyətimizi əldən verdik, özümüzü əldən verdik, torpağımızı əldən verdik, kimliyimizi əldən verdik, yaşayışımızı əldən verdik, sərvətimizi əldən verdik, hər şeyimizi əldən verdik ki, demokrasi ələ gətirdik, demokrasi gətirmədik. Güney Azərbaycana baxın, İrandakı türklərə baxın, Qacar dövrü ilə indini müqayisə edin. Farsların yazdıkları kitablarda Təbriz ən böyük şəhərdir. Qacar dövründə ən böyük şəhər Təbrizdir. Bu günləri baxın, Təbriz ən dalı qalmış şəhərlərdən biridir. Haşimi Rəfsanjani gəldi. Mənim nəzərimə aləmi orada iştibah elədi, dedi ki, Haşimi Rəfsanjani deyir, böyük kətdir. Mənim nəzərimdə Haşimi Rəfsanjani düz demişdi. Azərbaycan böyük bir xaraba kətdir. Bu xaraba kəndi kim qoyub belə xarab eləyibdi? Farslar. Niyə? Gücü var. Deyir ki, mənim gücüm var, sənin puluf, sərvətov, malov, insanları belə alıb aparacaq. Deyir ki, sən burada sərmayə qoya bilməsən, sən burada iş yarada bilməsən, sən burada pul qoya bilməsən, sən gedəcəksən Simnana, İsfahana, Yazda, Kaşana, ged onlarda iş yarat, Şirazda. Adamlar buradan köçsün ora. Burada 5-10 dənə qoca qalsa yetişər. Kütlər gəlib buranı alsın. Şəhərlərimizi, şəhərlərimizi, müftə torpağını ötürmüşük, getmişik Tehranda. Məsələn, Tehranda 50 metrin torpağın pulu ilə ya İsfahanda, ya Şirazda, ya Simnanda, ya Kərəz, hər yerdə 50 metrin torpağı ilə Azərbaycanda 10.000 metr yer alarsan. 50 metrin torpağını 10.000 metr alarsan. Amma biz getmişik, sığınmışıq orada o vəziyyətdə, orada işləyirik. Niyə? Çünki burada buranı verana qoy baxır. Buranı bizə tərif eləməyib ki. Buranı biz tərif eləməmişik, o tərif eləyibdi. O deyibdi ki, Azərbaycan və türklər sümürgədirlər.
Onların insan haqları yoxdur, dil haqları yoxdur, vətən haqları yoxdur, vətənləri yoxdur. Onlar bura köçmə insandılar. O bizə deyir köçmə insansın. O halda ki şah zamanıcan bunların kitablarında yazılır ki biz Hindistandan köçmüyoruz. Dilləri sanskrit dilindəndir. Farsı dili sanskrit dilindən bölünmüş dildir. Sıxmış dildir. Köçünü orada axtarırdılar. Amma indi nə olubdur? İndi sənə deyir ki, Türklər Moğolistandan gəliblər. Hardan gəliblər? Deyir, gəliblər. O bizi tərif edir. O bizə qanun yazır, o qanunla bizi idarə edir. Biz də o qanundan bərdə oluruq. Bərdələrə qanun yazırıq. Nə cürdür? Bərdələrə çox mütərəqqi qanun yazacağıq. İnanın, gəlin, baxın, məsələn, deyək ki, xiyal eləyək da, belə xiyal quraq ki, biz getmişik bir dənə məmləkətdə insanları satırlar ki, Amerika latində 10 milyon bərdə var. Sazman-ı Millərin dediyinə görə. Sazman-ı Millərin dediyinə bu günlər ki, mən sizin 10 milyon alıb satılan, pulla alıb satılan Amerikada. Bu Amerika qarrəsində. 10 milyon bərdə var. Asiyada neçə dənə var, bilmirik. Afrikada neçə dənə var, bilmirik. Avustraliyada var ya yox, bilmirik. Yəni, mən bilmirəm. Bilmirik deyəndə mən bilmirəm. Amma bəlkə Sazman-ı Millərin, Birləşmiş Millətlərin təşkilatlarının yazılarına baxsaq, görərək ki, şey var. Sazman-ı Millətlərində bərdədarlıq şeyi var. Qolu var. Ki, bərdələri qutarsınlar. Bərdə kimdir? Bərdə o adam ki, pulla alırlar, satırlar. İrandakı arvadlar ki, ərə gedirlər pulla, onlar yox ha. Onlar bərdə hesab olmur bu qanuna görə. Əlbəttə, mən bərdədarlığı məni eləsəm, İrandakı arvadların hamısı bərdədir. Birazı ciddi bərdədir, birazı siyasətli bərdədir. Gedir, deyir ki, mənə al, gedir, alır, deyir ki, okey, mən indi boşanıram, pullarımı verir. Amma alıbdır, yəni alıbdır. Oğlan əgər ağıllı olsa, deyər ki, qız istəsə boşana, o kəbin şeyləri yazdılar ha, kəbin, deyər ki, mən buna 5.000 qızıl verirəm, 5.000 sikkə. Amma bir şərtinə, xanım istəsə boşansın, ona təlaq verməyəcəm. Ona heç zət yetişməyəcək. Anlaşma boşanma, anlaşılma, qərardadi boşanma, kişilər yazmırlar, qızlar yazırlar. Biz də yazaq, biz də yazmıyıq. Çünki qızlar bizi bərdiyə çevirirlər. Dünən necəm bizlər qızları bərdiyə çevirirdik. İndi qızlar bizi bərdiyə çevirirlər. Deyir ki, ged işlə, get mənim pulumu ver. Mənə pul ver. Neynəmirsən? Səndən mən 4-5 gün kef eləmişim. Sən də kef eləmişsən, mən də. Xoş, ikimiz də kef eləmişik. Niyə indi bunu belə baha fatura yazırsan, faktoru niyə bir belə ağırdı? 5.000 hiccə, siccə. Niyə? Bu da bir şey da, o. Bunu geç. İndi fikir eləyin ki, biz getmişik. 50 dana bərdə aldıq, gətirdik. Fikrinizdə belə tutun. 50 dana qoyun aldıq. 50 dana öküz aldıq, adamı ötürük. 50 dana eşçək aldıq, 50 dana at aldıq. Gətirdik, yığdıq bir dana. Yerimiz var, yerə yığdıq. Deyirik ki, biz bunları istəyirik qanun yazaq. Nə cür qanun yazarıq bunları, dostlar? O qanun yazarıq ki, bizim nəfimiz olur. Atların nəfinə yox ki. Eşşəklərin nəfinə yox ki. Biz onları bilək, onlar bizi yox ki. Məsələn, qanun yazaq ki, bundan bizə atlar gələcəklər, bizim otaqda, mobluda yatarlar. Biz gedəcək, təbliğdə yataq. Belə bir şey olar? Yazmarıq ki. Niyə? Çünki biz özümüz onlardan üstün bilirik axı. Biz onları almışıq ki, onları işlədək. Onları qanun yazarıq, nə mənə? Sənin haqqında, məsələn, hərdən bir mən gələm səni qəşoğlayam, atı. Qoyunun haqqı budur ki, mən hərdən səni biçəm. Eşşəyin haqqı budur ki, onu bizləyəm, vuram, döyəm, ya minəm, sürəm, at. Bunlardır, yəni. Və istəyəndə də başını kəsin. Sən indi buna haqq yazarsan ki, məsələn, mən inəyi gətirəcəm, saxlayam 50 dənə inəyi, 50 dənə atı, 50 dənə öküzü, nə biləm, qoyunu, keçini, filanı, bəhmanı saxladım, tamam. İl başı gəldi, bunları mən öldürməyəcəm, satmayacağam, yeməyəcəm, məsələn, qurban kəsməyəcəm. Bunlar qalacaqlar, əksinlər, törəsinlər, töksünsünlər, bura çoxalsınlar, mənim dişim yoxdur, özlərini yaşasınlar. Belə bir qanun yazarsınız. Yox. Biz zəiflərdən, biz insan bilirik. Biz insan bilirik. Dünənlərdə Oğuz bəyin proqramında bunu dedi. Qanun cəngəlçi deyirlər, dünyanın ən mütərəqqi qanunudur. Bugünkü dünyanın ən mütərəqqi qanunudur. Hətta ən azı budur ki, bunlar deyirlər, cəngəl qanununda belədir. Timsah ac almasa yeməz. Şer ac almasa yeməz. Pələk, canavar ac almasa yeməz.
Azalandan sonra da pəsəndaz eləməz sabahına. Aparıb bazarda satmaz. Amma insan o cür deyil ki. İnsan belə yemədiğini öldürər. Məsələn, adamları yemir ki, amma öldürür. Və ləzzət aparır öldürməkdən. Heyvanlar ləzzət aparmazlar. Məsələn, canavar gəlib o birisini öldürər. Normalda diqqət eləsəz, canavar dişərdir falan, bunlar ki, yırtıcı heyvandılar. Bunlar o heyvanı boğazından boğarlar. Çünki istər sürətinin ölsün, istəmir şikəncə versin. O özü də şikəncə çəkir. Çünki o görür, o əziyyət çəkir. O hiss edir ki, məni də bir güclü tutsa yesə beləsi olacaq. Amma biz belə hiss eləmərik. Bunun üçün Azərbaycanlıların və türklərin İranda bu proqramdan bunu alaq. Mən qutarıram, son cümlələrimdir. Hüquq və qanun deyə bir şey yoxdur. Hüquq və qanunu güclülər, dövlətlilər yazarlar, zəifləri və kasıbları işlətmək üçün, bərdə saxlamaq üçün, onlardan fayda götürmək üçün. Lazım olan zaman o hüququ dəyişdirərlər. Əgər bir millət istir haqqı ola, əvvəlcə özünü tərifləyə. Haqqın tərifləyə. Mən nəyə layiqəm? Ya mən nəyə layiqəm? Mən bərdəliyə layiqəm, ağalığa layiqəm. Əvvəlcə bunu xanımlı ağalı, erkəkli dişili biz gərək oturaq bunu tərif eləyək özümüzə. Ya da deyək ki, nələr mənə layiqdir? Mən nə qədər özümü böyük görürəm ki, mənə layiq olanları seçəm mən. Mən istəyirəm belə yaşayam. Yaşam tərzin mən istəyirəm azad yaşayam. Demokrat yaşayam. Öz vətənimdə yaşayam. Öz millətimin hakimiyyəti aldım. Bizim ən böyük haqlarımız nədir? İndi bunu dedim qutaraq, o bölüm qutarsın. İndi bu bölümə girək. Haqlarımız nədir? Haqq əsli nədir? Dedim, haqq odur ki, mən özümü tərif edirəm. Özümə layiq, mənim şənimə yaraşan, mənə yaraşan bir yaşam tərzi tərif edirəm. Hüquq yəni bu. Bir yaşam tərzi, bir yaşam yol yöntəmi cızıram. Deyirəm ki, mən beləsi olsa, bu cür sevirəm, belə yaşayam. Bu olur nə mənə? Hüquq. Güclü olsam yerinə gətirəcəyim, güclü olmasam yerinə gətirəməyəcəyim. İndi bizim ən böyük hüququmuz nədir dostlar? Sual. İnsanın ən başda gələn mühüm hüququ nədir? O hüquq olmasa o birisi haqların hamısı zayi edir. Beləsi deyək. Elə bir hüquq ki, o birisi hüquqlar onun içindədir. O olmasa o birisi olmaz. Təbii ki, diri qalmaq. Diri qalmaq ən böyük haqqıdır. Çünki biz doğulmaq öz əlimizdə deyil. Amma diri qalmağımızı gərək özümüz saxlayaq. Bu diri qalmağın özü, bu haqq ki, diri qalmaq haqqıdır, özü bir ayrı haqqın içindədir. O haqq nə haqqıdır? O haqq olmasa diri qalmağınız da öz əlinizdə olmaz. Özünüz tərif eləyə bilməzsiniz. Gərək bir haqqınız ola ki, siz bu tərif elədiyiniz haqqı sizin üstünüzdə saxlaya. Yəni bir dənə haqqı ola ki, deyək ki, sən diri qalmalısan. Nədir? Hakimiyyət haqqıdır. Ən üstə gələn haqq hakimiyyət haqqıdır. Milli hakimiyyət haqqıdır. Yok önemli hakkı ki vardı. Tamam haklar ona bağlıdır. O olmasa o birisi hakların hiçbirisi olmaz. Milli hakimiyet hakkıdır. Milli hakimiyetin yoksa tamam haklar ki sənə verilibdi, hamısın bir güclü sənə veribdi ki, onlarla səni toğulur. Milli hakimiyyət sənin milli haqları tərif elər, çünki sənsən. Milli haqları tərif elər. Güc qazanar, o milli haqları müdafiə elər, sağlar, sağlam saxlar. Onlara həyata getirməyə çalışar. Ola bilər ki, birazını getirdər, birazını getirmə. Amma zaman içində, 100 ilin içində, 500 ilin içində, 1000 ilin içində bu haqlar yerinə oturur. Amma sənin əgər hakimiyyətin olmasa, 1 milyon ildən sonra da sən geri müstəmrəsin.
Geçenki programda birinde dedim. İngilistan'ın sümürgelerinden biri İrlandidir. İrland 700 ilde İngilizlerle savaşır ki müstakil olsun. Hala da falan sümürgedir. Diyeceksin insan bəbəyə yaxalarsan dedin ki İngilizistan 700 il bundan qabaq yox idi. Necə oldu? Deyirsən 700 il ki bu şeylər savaşırlar. İngilizistan yox idi amma bu iki dana millət bir-birinə savaşırdılar. İngilizistan taza bir addır. Yəni çox qədimi ad deyil. 800 il, 900 il, 1000 il bunun şeyi var, kökü var, yox. Çünki o zamanlarda Qurun Vustadan sonra yavaş-yavaş bunlar başladılar şey eləməyə, ayılmağa. Ki 400-500 il. Yavaş-yavaş başladılar. Avropa bölünür. Avropa o zaman bir dana ya iki tane imparatorluğu var. Mesela bir zaman İspanya imparatorluğudur Kollen. O imparatorluğun altında her şehrin özünün bir padişahı var. Necə ki İranda da her şehrin özünün bir padişahı var. Yani bugünkü İranda. Yəni Qacar dövründə də hər bir məmləkətin özünün içində neçə dənə məmləkət vardı. Hərəsinin özünün rəisi vardı. Dostlar, en büyük hak hakimiyettir. Milli hakimiyet. Ne her hakimiyet? Milli hakimiyet. Çünkü mesela İngilizlerin, Farsların bize hakimiyeti var. Ama o bizim milli hakimiyetimiz olmadığı için bizim hiç hakkımız yoktu. Böyle yaşam hakkımız yoktu. İnsanlar özlerini öldürürler. Aslında İran devlet demir, ben görürüm bu insanlar niye özlerini öldürürler? İnsanlar köçürlər vətənlərinə. Əslində İran demir ki, niyə köçürlər? Deyil, vaxtçılı köçürlər, vaxtçılı özünü öldürür. Azərbaycanın nə qədər ölsə, nə qədər doğmasa, nə qədər dava verdilər hakimiyyət Səncənin dövlətinə, bizə müftə dava verdilər ki, uşaqlar, xanımlarımız doğmasın. Aparırlar müftəsinə bimaristanlarda əməl edirdilər. Bizlər də məsələn beynimiz qaçmışıq, deyir, xanımları təşviq edin ki, uşağınız olmasın. Göndərdik ora ki, uşağımız olmasın. Niyə? Farslar əksəriyyətə gəlsinlər. Çünkü senin uşağın olmasa Farsı əksəriyyətə gələr. Farsın uşağı doğar və Farsı əksəriyyətə gələr. Farsın xanımısı doğar, Farsın cəmiyyəti çoxalar əksəriyyətə gələr. Gəlmir dostum, mən burada görmürəm. O şey bura gələ mən görmürəm. Təəssüflə baş tapmıram. Niyə gəlmir? Bu bir şeydir. Hakimiyyət. Hakimiyyət, milli hakimiyyət sizin tamam haklarınız onun içindədir. İndi bu milli hakimiyyət belə adına deyin istibdad, adına deyin diktatori, amma sizin olsun. Sizi tərif eləsin, sizin gücünüz olsun, siz o birislərin gücü altında qalmayın. Siz o birisləri güc altında, əgər qərardır, güc altında saxlanırlar, siz saxlamayın. Kaş biz Farsları saxlayırdıq, kaş biz İngilisləri sömürgə altında saxlayırdıq. İngilislər bizi yox. Almanlar, Amerikalılar, Fransızlar, Ruslar bizi yox. Baxın, bir var belə düşünək, bir var o cür düşünək. Bir var düşünək ki, kaş mənim milli hakimiyyətim ola, diktator ola, bəli, biz ağa olaq dünyada. Bir də var ki, deyək ki, bizim demokrasi, məsələn, əslində İran başa-baş demokratik olsun, amma biz sümürcü olaq. Mənim nə hangi haqqım olacaq burada? Hangi haqqım var? Pəs ən başda gələn milli hakimiyyətdir. Dostlar, biz əgər mübarizə edirik, bizim mübarizəmiz əgər İran çərçivəsində olsa, Fars çərçivəsində olsa, Fars dilin, Farslığı, İran adlı bir məmləkəti qəbul eləsək varlığın, biz sümürgə beynimizlə, sümürgənin davamı üçün savaşırıq. Əgər deyək ki, mən əvvəl İranlıyam, sonra Azərbaycanlıyam. Mən istəyirəm İran qalsın, İran mənim vətənimdir. Bizim beynimiz sümürgə beynidir, müstəmirə beyindir. Yuyulubdur. Biz Fars baxışı ilə baxırıq, Fars mənafi üçün çalışırıq. Fərqi yoxdur ki, bunu Səttarxan eləmiş olsun, hər kəs eləmiş olur olsun. Bunun təba-təbai ilə bizim fərqimiz yoxdur. Təba-təbai bizdən yaxşıdır. Çünki təba-təbai bilə-bilə bilirdi ki, tamam, mən burada bir İran vardı, mənə buradan pul gəlir, mən ayda buradan 10 min dolar, 20 min dolar pul alıram, burada bir ideoloji qoyuram, bu İranı saxlamaq istəyirəm, bu İran saxlansın, mənim mənafeyim indi bura bağlıdır. Amma sən bilmirsən, sənin əslində mənafiyin İrana bağlı deyil ki.
Mənim mənafeyim İrana bağlı deyil ki. Əgər biz bu cür düşünək ki, niyə bunlar Azərbaycan vətən pan-türkist olublar? Əslən biz yer pan-türkist olub. Bunun bəhsini danışacağıq. Çünki pan yəni aşiq olmaq, bir millətin aşiqi olmaq, bir milləti sevmək, bir millətin mənafein, çıxarların o birisi millətlərdən üstün tutmaq. Özün yoxa demir ki, mən hamı millətlərdən üstünəm. Əlbəttə, belə düşünmək da pis deyil ki, deyəsən, mən üstün bir millətəm, çalışacağım üstün yaşayam. Özümü belə tərif edirsən, mən üstün bir millətəm, üstün yaşamağa çalışacağım. O birisləri sümürcə eləməyə çalışmayacağım. Amma siyasətin beləsidir, dostlar. Vaqiyyət budur. Əgər sən bir üstün millət olsan, dünyanı sümürcə eləyəcəksən. Bu da dünyanın yoludur. Siyasətin yolu da budur. Biz keçən 700 ildə, 1000 ildə üstün millət idik. Dünyanı biz keçirmişdik hələ. Üstünlükdən düşdükcə, özümüzə tərifdə aşağı gətirdikcə, üzdən demokratlaşdıqca getdik. Bir dana toprağımız qalmadı ki, sümürcü olsun, olmasın. Bir dana millətimizin bir bölümü, belə bir dana iğnə ucuzdan torpaq qalmadı ki, burada insanlar desinlər ki, biz müstəqillik. Türk dünyası kollən getdi, sümürcü oldu. Hətta Türkiyə. Türkiyə indi çalışır ki, çıxsın yarı, mən buna deyirəm yarı sümürcə. Türkiyə yarı sümürcə. Türk dünyası eləyə bilmir ki, biz yığışıq bir Türk dünyası quraq. Baxın, 20 ildir çalışırlar dövlətdən, hələ feylən, məsələn, bunlar addım gedirlər, çünki o istimar dünya icazə vermir. Çünki siz güclənsəz, o gücünü əldən verəcək. Siz ona rəqib çıxacaqsınız. O istəmirsən ona rəqib çıxasan. Onun üçün o sənə icazə verməyəcəkdir. İstir Azərbaycan biraz sərpərsin, Azərbaycanın qulağını çəkir, istir Türkiyə biraz sərpərsin, onun çəkir, biraz Üzbəkistan, biraz Tataristan, biraz filan, Bəhman, hər yerin qulağını çəkir, sən getməməlisən. Sən Türk dünyası qalxmamalıdır. Biz Türk dünyasının neçə yüz il çəkibdir ki, bunu bölə bilək, müstəmir eləyək. Niyə əldən verək geçsin ki? Özü Türk dünyası tamamən enerji dünyasıdır. 300 milyon, 350 milyon insan, çalışkan insan, işleyen insan, savaşçıl insan. 300 milyon insanın hamısının toprakları, qaynaqları, yeraltı tamam mədənlər, neft, qaz, müxtəlif bir şeylər ki, indi gələcəkdə də tapılacaqda, hamısı bunların torpaqlarında və dünyanın ən böyük torpağı olur. Amma biz ne yox? İndi sümürcü yox. Ha, Türkiyədə demokrasidən danışırıq. Nə deyim, kaş Türkiyə diktator ola, amma müstəqil ola. Bizim ola, hökmə qulaq asmaya. O Türkiyə hökm verə bilməyələr ki, sən filan işi görürsən, mən filan şeyi verməyəcəm sənə, ya filan işi eləyəcəm, səni yıxaram. O İranın vəzir xaricəsi keçən dövlətdə, Ruhani dövlətin vəzir xaricəsi var da, o deyir ki, bizə deyirlər ki, əgər sən biz dediyimiz eləməsən 2 həftədən sonra İran türkü danışar. Bilirsiniz bu nə deməkdir dostlar? Bu həmandır. Mən dediyimdir. O sümürgəti üstə oturub deyir ki, bax İran, ya mən dediyimi eləyəcəksən, mənim dediyim əlimin altında qalacaqsan, ya da səni verəcəyəm, türklər gələr, səni alır, idarə edir. Sən türk torpağısan. İran yoxdur ki. İran türk torpağıdır. Biz oranı almışıq, biz oranı yaratmışıq. Ən son dədəmiz ki, oranı yaradıb, Allah rəhmət eləsin, Qacarların dədəsidir. Qacar şahıdır. Ağa Məhəmməd xandır. Ağa Məhəmməd xandır. Xandır bu. Bizim xanımızdır. Fars xanı deyil ki. Bu torpaqları biz yaratmışıq. Bu vahid siyasi ki vardı, Ağa Məhəmməd xandan bu üzə hey çıqqıllaşıb, hələ də çıqqıllaşır. Bunu biz yaratmışıq. Bu bizim torpağımızdır. İran Azərbaycanın bir parçasıdır. Azərbaycan İranın bir parçası deyil. Tərsə düşünmə budur. İkinci haqq, ən böyük haqq, hakimiyyətdən sonra torpaq haqqıdır. Hakimiyyətdir ki, torpağı saxlar. Hakimiyyət olmasa torpaq qalmaz. Sən nə qəd deyirsən, bu torpaq mənimdir. Bura Kürdlər gəlməsin, bura Farslar gəlməsin, burada sərmayə olsun, burada iş olsun. Olmaz. Çünki o hakimiyyət bu torpağı deyir ki, bu sənin deyil. Mən istəyirəm bura, Türklər buradan çıxsın, Azərbaycan Cumhuriyyəti ilə, Türkiyə Cumhuriyyəti ilə Türk-Kürt yerləşdirəcək.
Sən hey deyəcəksən ki, bura mənim torpağımdır. Gücün yoxdur. Haqqın yoxdur, vətən haqqın yoxdur ki sənin. Sən vətənində zindanı deyilsən bəyə. Sən vətəndə öz dili danışamırsan, öz sənəti quramırsan, öz teknoloji quramırsan, istədiyin millətlə gələcək eləyə bilmirsən, öz adıva deyil, öz diliva deyil, pasportun öz adıva deyil, kimliğin öz adıva deyil. Səni heç kəs türk tanımır, səni dünyada deyirlər İranlı, İranlı yəni fars. Bəs bizim ən başda gələn haqqı ki insanların varıdır. İnsan deyəndə hər bir toplumun varıdır nədir? Hakimiyyət, o da milli hakimiyyət. Biz yenə əvvəldə deyirik haqqı tərif edirik, əvvəldə deyək milli hakimiyyəti tərif edirik. Əslən İnsaf Əli Hidayətdən qabaq şey nə deyək? Deyək ki, mənim milli hakimiyyətim var ya yox. Niyə yoxdur mənim milli hakimiyyətim? Mənim milli hakimiyyətimə nə gəlibdir? Niyə quranmamışam? Niyə qurmuram? Əvvəlcə bu sorulara cavab verəsən. Niyə biz milli hakimiyyətimizi quramırıq? Tamam, dədələrimiz bir xibt elədilər, bir iştibah elədilər, verdi getdi. Şahlarımızın qədrini bilmədik. Məhəmməd Əli Şahın qədrini bilmədik. Savaşdı, yazıq güllə götürdü, tüfək götürdü, getdi Rusiyadan belə Tazaşdan qoşun yığdı. Biz burada durduq onun qabağında savaşdıq. 2 dəfə Məhəmməd Əli Şah qeydib almaq üçün vətəni, işğaldan azad eləmək üçün çalışdı yazıq. Amma qoşun olmayandan sonra, insanların beyinləri axmaq olandan sonra dədələrimiz axmaq idilər. Haqların milli haqq bilmədilər, milli hakimiyyət bilmədilər. Bilmədilər ki, hakimiyyətin yaxşısı pisi olmaz, hakimiyyət hakimiyyətdir. Şahlar değişər, hakimiyyət değişməz. Biz bunu bilmədik. Biz bilmədik ki, tamam, bir 20 il gözləyək. Bu şah öləcək bir gün, amma hakimiyyətimiz qalsın. Bəli, zərif idi, zərif idi. Düzdür, sağ olun. Biz birinci haqqımız hakimiyyəti tərif eləməkdir. Bizim iştibahlarımızın hamısı budur ki, gəlmişik deyir ki, bizim ana dil haqqımızdır. Ana dil mənim neçinci haqqımdır? 100-cü haqqımdır. 200-cü haqqımdır, 500-cü haqqımdır, bilmirəm neçinci haqqımdır. Mən əvvəl gələ haqqlarımın əslini biləm, hangi haqqlarım var. Sonra gələm deyəm ki, mənim ana dilim bunların içində hancısında olur? Hangi rütbədədir? Hangi mərhələ? Oləviyyəti hancısıdır? Mənim ən başda gələn haqqım ki, tamam haqqlarım ona bağlıdır, hakimiyyətdir. Ondan sonra torpaqdır, vətən. Vətəni hakimiyyət tərif elər və vətəni hakimiyyət saxlar, yaradar ya inkişaf elətdirər. Azərbaycan Cumhuriyyətindən danışıram. Birinci Cumhuriyyət 1918-də qurulanı Məhəmməd Əmin Rəsulzadə rəhmətliyin zamanında sərhəddi var, bəllidir mərziləri haradır. Sonra ki, bu milli hakimiyyət gedir, yenə Rus hakimiyyəti, milli hakimiyyətin yerinə Rus iradəsi, milli Azərbaycan, türkü iradəsi yerinə oturur. Azərbaycan Ermənistan ayrılır. Biraz gedir Gürcüstana, biraz gedir Rusiya, biraz gedir Rusiya, biraz gedir Rusiya. Azərbaycan günü-gündən kiçikləşir, olur bir qarıc. Çünki sənə vətən tərif edir Rus. Sən tərif eləmirsən. Deyir ki, da bura sənin vətənin deyil, verdim buranın Gürcüstana. Bura da sənin vətən deyil, bura Ermənistan oldu. Bura da sənin vətən deyil, burada verdim Rusa. Rusun torpağı elə bir çox az idi. İndi ona biraz Azərbaycandan qopardır, verir. İndi sən 100-200 ilə az qalır, 100 il getir üstündən. Stalindən bu yüzə geçir, yəni Stalin o işi görəndən bu yüzə geçir. Sən iddia eləyə bilmirsən ki, mənim Kuzey Azərbaycanın toprağının birazı Rusiyadadır, birazı Gürcüstandadır, biraz da Ermənistandır. Hələ indi Güney Azərbaycanda bizim başımıza nə gəlibdir? Güney Azərbaycanda bizim başımıza nə gəlibdir? Bilirsən, bəzi torpaqlarımızı yaddan çıxartmışıq ki, nədir? Bugün Kürdistan adlanan torpaqların bir çoxu adı belə 30-40 il bundan qabaq türk addır. İnsanları belə türkdür. Mən uşaq idim, mənim dayım getmişdi
Cəldiyanda xidmət edirdi. Cəldiyan Türk torpağı. Amma indi biz gəbirək. Bilmirik heç Cəldiyan hardadır. Adı nə dəsə bilmirəm. Qəzvin əsən bilmirik ki. Yəni bir çox adam deyəndə Qəzvin deyir ki, Qəzvin də bəyə Türkdür. Əraç bəyə Türkdür. Kərət bəyə Türk torpağı. Tehran ustanlardan danışıram ha. Ustan Əlborz olur Kərət, ustan Tehran olur Tehran və onun dövrəsi. Bəyə bunlar Türk. Bunlar biz yaratmışıq. Bu torpaq belə bunun şəhər olmağı yox, kənd olmasını biz qoymuşuq. Yəni bir çöldür. Çöldə biz getmişik, başlamışıq, bir kənd düzəltmişik, adını qoymuşuq Tehran. Sonra da yavaş-yavaş bunu eləmişik şəhər. Paytaxt. Vətəni hakimiyyət milli tərif elər. Hakimiyyət milli deyər ki, məsələn mən ağa getdim, məsələn rəhmətlik Ağa Məhəmməd xan rəhmətlik deyir ki, ağa mənim hakimiyyətim millim haracan çalmışım, ora mənim torpağımdır. Ruslar deyirlər biz haracan almışıq, ora bizim torpağımızdır. Çünki hakimiyyət milli, Rus hakimiyyət millisi Azərbaycan hakimiyyət millisi ilə bir deyil. İran hakimiyyət millisi Azərbaycan hakimiyyət millisi ilə ya Türk hakimiyyət millisi ilə bir deyil. Bir-birinin ziddinədir. Biri olsa o birisi olmaz. Güney Azərbaycanın ya İranda yaşayan Türklərin milli hakimiyyəti olmasının mənası budur ki, İranda İran anlamı aradan gedər. Türk anlamı ortaya çıxar. Əgər biz fəqət istəyək 3 dana türkü, 3 türk toplumun Qəşqayını yapışdıraq Türkəmənə, Türkəməni yapışdıraq Azərbaycana, Qəşqayını da yapışdıraq Azərbaycana, bir dana müsəllət seçək, bu müsəlləsi Türk torpağıdır. Hakimiyyət milli olsa, oranı alsa, tərif eləsə, olar sənin torpağın, vətənin. Amma hakimiyyət milli olmasa, nə qədər Fars dövləti başarsa, bunu bölər və sənin hakimiyyətindən çıxadır. Çünki hakimiyyətin yoxdur, kəsinti hakimiyyətindən çıxadır. Sənin vətən olmaq zehnindən çıxadır. Aleyküm selam Məhəmməd bəy. Çox sevindim. Qəşqayı yurduna, mən əslində əcib aşığam Qəşqayılara. İnsanlarına da, torpaqlarına da, dillərinə də aşığam. Və onlar, indi Qəşqayılar Güney Azərbaycandan daha çox sürətlə, hızla milliləşirlər və türklərin farslarını azaldırlar. Dillərin türkləşdirirlər. Farsları içindən çıxadırlar, atırlar. Çox sevinirəm, çox sevinirəm. Xoş gəlmişsiniz. Hər halda mənim səlamımı Qəşqayıların hamısına yetirin lütfən. Dostlar, pəs ikinci əsas ana haqq ki özümüzə tərif eləməliyik, hakimiyyət millidən sonra vətəndir. Vətəni tərif eləməliyik. Vətəni siz deyəcəksiniz, haracan mənim vətənimdir. Mümkündür bugün eləyə bilməyəsiniz, onu alasınız hakimiyyətinizin altına. Amma oracan ki tərif edirsən, ora mənim. Əgər Kürtlər deyirlər biz filan yerəcənik, onlar vətən tərif edirlər. Baxın, əgər ermənilər deyirlər biz filan yerəcən bizimdir, əgər yəhudilər deyirlər biz filan yerəcən bizimdir, onlar vətən tərif edirlər. Deyir ki, bu gün də yetişməsəm, bu arzını mən nəsillər boyunda diri saxlayacağam, yetişdirəm bura. Mən bir serial var, dizi var Türkiye'de gedir. Nədir adı? Səlahiddin Əyyubi. İştibah eləməsim orada. Bu geçən bölümündə bir yeri var. Orada Yahudilərin o liderləri gəlib oraya, istəyirlər onu öldürərlər. O deyir ki, bizə Yahudi deyir ki, bizə vədə verilmiş, yəni Allah tərəfindən. O beləsi deyir da. Bunlar da bu videonu düzəldəndə düşünmür. Filmi düzəldən düşünmür, onun ideolojisin rəsmi olaraq televizyonda gətirir, göstərir. Deyir ki, bizə vədə verilmiş torpaqları biz alacağıq. İndi sən məni öldürsən də o torpaqları biz bir gün alacağıq. Diqqət buyurdunuz, nə oldu? Yəni, bizim belə türkçü serialımızda, dizimizdə Yahudi serialının ideolojisin, vətən tərifin gətirir, deyir ki, yəni bu torpaqlar sənin deyil. Yəni mənə deyəndə mən, yəni bura bizim deyil.
Biz buranı işğal eləmişik. Bura bizim vətənimiz deyil. O halda ki biz vətəni tərif biz eləyəcəyik. Deyəcəyik ki, mənim vətənim buradan buracandır. İndi əlim zorum çatmır. Alan bir gün alacaq mənim nəslim bunu. Bəs hakimiyyət milli olsa vətəni tərif elər. Vətəni amaca qoyar, hədəfə qoyar. Biz vətəni tərif eləməliyik. Biz vətəni düşünməliyik. Haqq olmalıdır bizə. Ona haqq, ikinci haqq, ana haqq. Əgər desək iki dənə haqqımız var. Biri nənə, biri dədə. Onlardan törənir qalan haqq. Dədəmiz, nənəmiz hakimiyyət millidir. Dədəmiz yerdir, torpaqdır. Ya tərsə deyək, yer nənəmizdir. Qədimdən belə ədəbiyyatda yer nənədir. Yer nənəmizdir, hakimiyyət milli dədəmizdir. Bu ikisi bir-biri ilə birləşəndə biz doğacağıq. Biz doğulacağıq. Biz millət olaraq, güclü millət olaraq həyata gələcəyik. Güclü millət olaraq düşmənlər bizi tərif eləyə bilməyəcək. Biz düşməni tərif eləyəcəyik. İndi neçə ildir biz çalışırıq, deyək ki, mən özüm bir zaman çalışırım, deyəm ki, İran dedikləri deyil, Farsistandır. Farsistan lüğətini şayət birinci dəfə mən işlətmişəm. Məndən qabaq işlədən olsa xəbərim yoxdur. Dostlardan biri deyir ki, mənim atam işlədib. Tamam. Yazı olaraq yazılarda mən işlətmişəm onu. Amma indi o 15 il ondan sonra, 14 il, 20 il o yazıdan sonra indi düşünürəm ki, axı farslar deyirlər bizim vətənimiz yoxdur. Sən niyə onlara deyirsən Farsistan, onlara vətən verirsən ki? Baxın, bu ahmaqlığı istəyirəm sizə deyim, ha. İnsan belə ahmaq olur. Bir dana teori yaradır, özün orada məhkum edir. Mən bir teori yaratmışam Farsistan, indi özüm onun içində qalmışam, farslar deyirlər bizim vətənimiz yoxdur. Fars dilində, Fars adında bir millət yoxdur. Mən deyirəm ki, milləti Fars. Və hətta mən indi təzarata mütəvəccüh olmuşam ki, yazıram ki, milləli qeyri Fars, yəni milləti Fars var, bir də onda milləli qeyri Fars var. O halda ki, əsən Fars adında millət yoxdur ki, özləri deyir. Baxın, tamam Farsın, tamam geçən 100 ildə Farslıq haqqında olan pan-İranistlər belə Farsı millət olaraq tanımırlar. Farsın torpağı olaraq tanımırlar. Farsı bu torpaqların dili olaraq tanımırlar. Deyirlər ki, bu torpaqlardan gəlmir, bu ayrı yerdən gəlib, burada yekəlibdir. Türklər gətiriblər, Türklər yekəldiblər. Yəni, çox deyəndə deyirlər, Mahmud Qəznəvi bunu şey eləyib da. Mahmud Qəznəvili Mahmud bunu yekəldibdir. Amma belə deyil ki, dostlar. Biz bəzən stratejik iştibahlar edirik. Mən özüm tayfəmizin Səfixanlı Ərdəbildən Zaman Sultan Yaqub gəlmiş Ustan Fars. Tamam, gözəl söylüyor. Yəni, bizim bu bəhsləri bir gün eləyəcəyik. Mən qabaqcında bu bəhsləri eləmişəm. Türkün stratejisi nə idi? İngilisin də stratejisi oldu. Normalda hər bir torpağı alsa, orada hakimiyyətin qoymaq üçün bir toplumun özünün içindən bir toplumun, bir qəbiləsin, bir qovmun, bir tirəsin ayırar, deyirsiniz, gedin o torpaqda həm hakimiyyəti saxlayın, hakimiyyət orada sizin əlinizdə olsun, həm də əmniyyəti saxlayın, həm də ki, torpaqlarımızı inkişaf eləməyə, genişdirməyə siz gedin orada durun. Bu bir də məmuriyyətdir, milli müqəddəs məmuriyyətdir. Amma o məqtədə ki, Şiraza köçüblər, Şirazın ətrafına, o məqtədə ora bizim torpaqlarımızdır. Orada Fars yoxdur. Sədinin dili Fars deyil, Hafizin dili Fars deyil. Bəlkə Fars dilində yazıblar. Və cəlibdir, o Fars dili bugünkü Fars dilidir. Yəni o gün nə cür ola bilər? 700 il bundan qabaq yazılan türkü ilə bugünkü türkü yer ilə göydən fərqi var. Farsı həmandır. Bəllidir ki, bu Hafiz Şirazi falan bunları sonra yazıblar. Geçən 100 ildə yazıblar, amma bizim beynimizi yuyublar. Deyir, bunlar 800 il bundan qabaq yazılıblar.
Yavaş, yəni mən belə düşünürəm yavaş. Və belə düşünməliyik dost. Stratejik düşünməliyik. Stratejilərdə mənim kimi iştibah eləyəndə bilirsiniz, mən bunu dəfələrlə demişəm. Biz iştibah eləyə öyrəşdik. Bizim milli danışığımız yox, milli siyasətimiz yox, milli dövlətimiz, milli hakimiyyətimiz, milli vətənimiz yox. Biz bunları dana-dana iştibah eləyə doğrularla, yanlışlarla bir şey yaratmağa çalışırıq. Və bu çox gözəldir. Çünki biz hər şeyi sıfırdan yaradırıq, özümüzü tərif edirik. İndi mən 2 saatdəcə burada danışıram və deyirəm ki, bizim haqq nədir? Haqq adında bir şey yoxdur. Haqq bir oyuncaqdır ki, bununla bizi oynadarlar güclülər. Biz istəyək haqqı tərif eləyək, gərək əvvəl gərək deyək ki, biz kimuq? Ondan sonra deyək ki, mənim hakimiyyət millim olmasa haqqım olmaz. Ondan sonra deyək mənim vətənim olmasa haqqım olmaz. Bu ikisi olandan sonra mən o birisi haqqlardan danışa bilirəm. Mənim ana dilim nədir? Mənim filan şeyim nədir? Bəhman şeyim nədir? Kimlə? Bunların hamısı o iki haqqıdan sonradır. Dostlar, çox təşəkkür edirəm. Əgər dostlardan varsa, istəyən var ki, gəlsin danışsın. Bu haqdakı haqq məsələsi haqqında fikirlərini bildirsin. Ayrı məsələ yox. X-dən, Y-dən danışmırıq. Azərbaycan Cumhuriyyətindən ya Türkiyədən ya filandan danışmırıq. Bu xodzəni farsça deyirlər. Özünü öldürməyi da biz unutaq dostlar. Bu da bir pis stratejidir. Bizim bir stratejimiz var. İstəyək ki, İran pisdir. İran pis deməkdən əvvəl deyək, Türkiyədə də bu var. Türkiyə sənə nə? Sən Türkiyə sənin şeyin deyil ki. Dərdin deyil. Türkiyənin dərdini çəkənlər orada. Sənin dərdin gün İranda yaşayan türklərdir. Sən burada fəqət bunları məhkum eləyə bilərsən. Sən həqqin yox deyəsən ki, mən türkiyələri də məhkum edirəm, kürdlərindən belədir. O kürdlərinlə, türklərinlə orada məsələsidir. Bizim də burada. Bizim burada kürdlə türk məsələmiz var. Bizim burada farsla türk məsələmiz var. Orada da onlar. Biz burada oturub onları məhkum eləmək haqqımız yoxdur. Əliyevdən danışmaq haqqımız yoxdur. Haqqımız yoxdur. Bizim haqqımız bu deyil ki, gərək Azərbaycan Cumhuriyyəti məhkum eləyək. Biz İranı və farsları məhkumət eləmək haqqımız var. Çünki bizim vətənimizi Əliyev işğal eləməyib ki. Erdoğan cənabları işğal eləməyib ki. Bizim vətənimizi İran və farslar işğal eləyiblər və bizi orada saxlayırlar. Bizim haqqımız yoxdur. İstəyirik İrana bir şey deyək, gərək Azərbaycana həmlə eləyək, gərək Türkiyəyə həmlə eləyək, gərək Erdoğan cənablarına, gərək Əliyev cənablarına həmlə eləyək. Onları pis görsədək ki, İranı paça çıxardaq, ya İranı da pis görsədək. Bizim belə bir haqqımız əsla və əbədə yoxdur və olmamalıdır dostlar. Çünki biz özümüzü vurmaqla hesab qazanmarıq ki, özümüzü təhqir eləməklə hesab qazanmarıq. Bizim də müşkülümüz var. Bizim müşkülümüz yoxdur, bizim hakimiyyətimiz yoxdur. Bizim İranda hakimiyyətimiz yoxdur. Bizim davamız Azərbaycan Cumhuriyyəti ilə deyil. Bizim davamız Türkiyə ilə deyil. Bizim davamız Əraq ilə deyil. Bizim davamız Suriyə ilə deyil. Bizimki Libiya ilə deyil. Bizim davamız İran və Farsla. Bizim düşmanımız nə İsraildir, nə Amerikadır, nə Suudidir, nə İngilisdir. Bizim düşmanımız Fars, İran. Dünyanın hər yeri cəhənnəm olsun. Bizə nə? Bizim yerimiz, vətənimiz Azərbaycan, Qəşqayistan, Türkmenistan. Və bunların arası. Yəni burada əgər Fars varsa, keçən 100 ildə gəl. Biz gərək belə inanaq. Bunlar, baxın, siyasi inanmaq bir şeydir. Tarixi inanmaq bir ayrı bir şeydir. Biz siyasi inanmalıyıq. Necə farslar siyasi inanıblar ki, İran bizimdir və İran hakimiyyəti bizimdir. Biz də eyni o cür siyasi inanmalıyıq ki, farslar özləri qəbul edirlər. Cünaz TV-də sənədləri var. Mən həddəqəl o diyaloq bərnaməsində 7-8 il farsları gətirmişəm. Heç birisi deməyib ki, İranda farsların bir torpağı var. Heç birisi deməyib ki, Fars bir millətdir. Nə demək Fars? Fars bir topluluqdur. Nə demək? Tərif edirik. Düşmənimizi tərif edirik. Dostumuzu da tərif eləməliyik. Üçüncü şey ki, danışmalıyıq haqqıda, düşmən kimdir, dost kimdir? Rəqib kimdir? Ola bilər ki, biz bir gün Azərbaycan Cumhuriyyəti ilə Türkiyənin rəqib olaq. Ola bilər. Dövlət quraq,
dünya dövlətləri qoymuyorlar, biz bir şey olaq, onda bir ola bilər rəqib olaq. Deyək ki, tamam, Türkiyə, mən sənə bir belə bu şeyi satıram, sən də mənə bu şeyi sat. Rəqib. Amma bir gün bəlkə inşallah o gün gələcək biz bir millət, bir dövlət olaq. Yəni bir konfederal dövlət olaq. Avropa kimi, Amerika kimi. Amerika 53 məmləkətdən ibarətdir. 53 məclisi var, 53 dövləti var. 54 məclis dövləti var, 54 məclisi var, 53 məmləkətdir. Və federal məmləkəti Amerikada 2-3 dənə iyalətin hərəsindən bir 100 metr, 200 metr, 500 metr, 1000 metr, nə bilim, bir neçə kilometr veriblər, vəsətdə bir yerdir. Washington DC federal məmləkətin olduğu yer bir müstəqil yer deyil. Hər dövlətdən bir parça orada 4-5 dövlətin vəsətində, bir 3 dənə dövlətin hərəsinin vəsətində biraz torpaq veriblər. Deyirlər sən burada dövlət kur. Amma o torpaqlar hansı dövlətin hərəsinin özünün mərzi bəllidir. Sərhəddi bəllidir. Biz düşmənimizi tərif eləməliyik. Düşmənimizə siyasi mahiyyət, hüquqi mahiyyət və torpaq mahiyyəti verməməliyik. Mahiyyət nə demək? Kimlik. Toprağımızı, düşməni torpaq üzündə tərif eləməməliyik. Dünən bir məqalə gördüm, dostlarım biri mənim iştibahımı eləyib yazıbdı ki, əlbəttə mən o iştibah eləməmişəm. Mən iştibah elədiyim ayrı bir şeydir. Mən farslara demişəm, məsələn, Farsistan, yəni bir torpaq var, mərzi yoxdur, sərhəddi yoxdur. Mən onu istəmişəm ki, onu bir ədəbi şəkildə işlədim. Yəni mən işlətdiyim Farsistan ədəbi bir sözdür. Torpaq deyil. Mərzi yoxdur. Yeri müşəxəs deyil. Eyni İran ki, Şahnamədə işlənibdir. Bu taza yazılan Şahnamə. Yəni bu Şahnamə 1000 il bundan qabaq Qəznəvi dövrəsində yazılmayıbdır. Bu Şahnamə taza yazılıbdır. Çünki İran taza, əslən İran sözü taza bir sözdür. Bunun üçün bu Şahnamə taza yazılıb. Amma burada da yazılanda İran bir ədəbi sözdür. Siyasi söz deyil, coğrafiyayı söz deyil, hakimiyyət söz deyil. Yəni, nə qədər siz gedirsiniz, baxın, orada tapa bilməzsiniz ki, məsələn, İran bir məmləkətin adıdır. Bəzilər çalışır, diyor, Afganistandadır, Pakistandadır, Hindistandadır, İranın filanındadır, Bəluçistan, bunların hamısı sözdür. İran adında siyasi topraq yoxdur, siyasi varlıq yoxdur, hakimiyyət yoxdur tarix boyu. Necə ki, Fars adına torpaq yoxdur, tarix yoxdur, millət yoxdur, coğrafiya yoxdur. Dostlarım bir yazıb ki, dünən məqaləsini gördüm. Gözəl məqalə idi, amma içində bu iradı bu idi ki, Fars bir coğrafi addır. O halda ki, coğrafi adı deyil, coğrafi taza addır. Ustani Farsçı deyirlər, bu taza bir addır, taza qoyublar. Qabaqcan yox idi. Əslən, ustan sözü və Fars sözü ikisi bir yerdə gəlmək, baxın da siz bunu. Və əslən bunu deyin, Qacar dövründə niyə gərək bir millət ki, yoxdur, ona ad qoyalar? Bunu mənə deyin. Məsələn, Təbrizdə siz gedirsiniz, Gürcülər bazarı var. Ya Gürcülər dərvazası var. İstanbul qapısı var, Gürcü qapısı var, nə bilim, filan qapısı var. Çünki bir millət var onun adına. Siz niyə burada bir dənə Fars qapısı görmürsünüz? Axı Fars adında millət yox idi 100 il bundan qabaqçı. Niyə Qacarlar bir yerin adını, ya rəhmətlik Nadir Şah gəlsin bir yerinin adını qoysun Fars, o hardakı Fars yoxdur. Əslən olmayan millətin adını niyə qoysun ona? Taza öz adını niyə əcəl bir torpağa işğal eləyir? Niyə öz adını qoymur, özgənin adını qoyur? Çünki gücdə deyil. Bunu soruşmalıdır. Hangi bir imperator gələr deyəcək, mənim adımı qoymayın bura, mənim düşmənimin adını qoyun. Biz bunları ağıl hesabı. Onun için biz bunları, dostlar, düşmənimizi tərif eləmək. Haqlardan biri düşməni tərif eləməkdir. Nədir tərif eləmək, dostlar? Baxarıq, mən nədir özümü tərif eləyim? Mən və mənim qarşımda duran. Qarşımda duran kimdirsə, mən onun tərsiyəm. Mən onun qabağında duranam. Əgər o Farsdırsa, mən Türkəm. Özümüzü tərif eləməliyik. Kimdir o? Onun nə haqqı var? Onun haqlarını biz tərif eləməliyik. Biz deməliyik ki, mənim torpaqlarımda yaşamalıdır ya yaşamalı deyil. Bunu biz tərif eləməliyik. O öz dilində danışmalıdır ya danışmalı deyil. Mən tərif eləməliyəm.
Necə ki, o məni tərif edib indi, deyir ki, sənin dilin qadağan danışamazsan, yazanmazsan, dərs oxuyamazsan, film düzəldənməzsən, kitab yazanmazsan, ruznamən ola bilməz, hizbin ola bilməz, bankin ola bilməz, maliyyat idarən ola bilməz, özün öz bərnamə, sazman bərnamə büdcə deyirlər İranda da, o ola bilməz. Tamam, mən də səni tərif edərəm. Biz də düşmənimizi tərif eləməliyik. Fars adında bir millət yoxdur. Fars adında bir millət topluluqdur. Topluluq nə demək olmaz? Toplum ibarətdir bir iddə insanın, müştərək insanların ki, çox şeyləri bir-birinə bənzir. Onların bir yerdə yaşamağını deyir topluluq. Toplum. Məsələn, bir dənə bir yer var. Deyək ki, yadınızda saxlayın. 100 il bundan qabaq, 150 Qacar zamanı, Ağa Məhəmməd dövründə Ağa Məhəmməd xan gedib Tehrana, görüb bir dənə Tehran, indi dediyimiz Tehran yoxdur. Bir dənə kənd var. Şimrandır, o aşağıda reydir, filandır, bəhmandır. Bu arada çıqqılı bir rey var orada, çıqqanca. Gedibdir bir yerdə oturubdur, buranın adını deyiblər ki, bu Tehrandır. Bilmirəm niyə, adı hardan gəldi, bunu bilmirəm. Amma deyiblər ki, şah deyib ki, mənim buradan xoşum gəldi. Burada qalaq. Ordu burada qalsın. Ordunun ailəsi gəlsin, burada qalsın. İdarə sistemi bura gəlsin. Buranı düzəldiblər, dövrəsinə bir qələt çəkiblər, adını qoyub Tehran. Bura kimdir? Türkdür. Türkdürlər. Bu toplumdur. Çünki bunlar özlərinin Türk və Qacar hakimiyyətini adamlara tərif edirlər. Sonra məsələn 4 dənə erməni gəlibdir. Bu 4 dənə erməni də bunların yanında oturubdur. Deyiblər 4 dənə də erməni gəldi. Bu da bir ayrı toplumdur. 5 dənə fars gəldi. Deyiblər bu da 5 dənə fars. 5 dənə də məsələn Şumallı gəldi. Bu da o cürsü. Deyiblər burada indi bunlar nə oldu? Topluluq. Neçə dənə toplumun toplanmaq yeri. Farslar bir topluluqdular. Yəni 5-10 nəfər türklərdən ağıllarını əldən veriblər, farslaşıblar ya özlərin. Çünki indi feylən fars gücdədir, insan da gücü sevər. Bunu dünən bəhsini eləmişik. Bunlar gedirlər onun yanına. Dostlar ki, istəyirlər bilsinlər güc, yəni nə mənə gücün nə təsiri var insanların beynində. Dünənləri Oğuz bəylə Güney Azərbaycandan baxış proqramının 98-ci bölümünün B qismətinə keçsinlər, baxsınlar. 2-ci bölümünə. Orada bu güc nədir, güc nə iş görər, nə inər, insanların beyni nədirlər, insanların mənafeyi nədirlər, insanlar nə cür davranarlar, bunların hamısı gedib orada görə bilərsiniz. Çox ciddi, gözəl bəhslərdir, çox gözəl. Məncə bizim gözəl bəhslərimizdən biri orada budur. Mən əlbəttə bunu qabaqcında bəhs eləmişəm. Oğuz bəy bir ayrı tərəfdən baxıb, mən də bir ayrı tərəfdən baxmışam. Dostlar, indi Fars toplumdur. Əgər xalis Fars tapsaz, xalis Fars toplumu tapsaz, ki bilmirəm var ya yox İranda, ona deyirlər Fars toplumu, millət deməzlər. Yox, indi Tehranda, Kərəzdə, İsfahanda türklər də Fars danışır. Bu toplum deyil, topluluqdur. Yəni türklər də qaşılıbdır, ərəblər də, bəluçlar da, amerikalılar da, ruslar da, ingilislər də, gürcülər də, ermənilər də hamısı buradadırlar. Hətta siklər də var içində. Bu Fars deyil ki dayı. Bu millətlərin topluluğudur. İndi biz yazında nə yazaq? Yazaq ki Fars milləti ya Farsdan qeyri millətlər. Mən bunu 4-5 ay bundan qabaq bir məqalədə, çıxılı məqalədə yazdım ki, bundan bizə Fars milləti yerinə Fars topluluğu işlədək və əvəzin ki, deyək, millət hay qeyri Fars, deyək ki, Farsda yazsaq. Deyək ki, türklər, ərəblər, bəluçlar. Millətdilər, Fars millət deyil. Türkün, ərəbin, bəluçun, türkəmənin, qəşqayının torpağı, vətəni var, Farsın vətəni yoxdur. Biz tərif eləməliyik. Bu tərif ha zaman qəbul olar? O zaman ki gücümüz olar. O zaman ki gücümüz Farsların gücündən çox olar. İran dövlətini yıxaq. Ondan sonra Farsda deyək ki, sənin dilin yoxdur. Sənin tarixin yoxdur. Sənin ədəbiyyatın yoxdur. Sənin tarixi şəxsiyyətin yoxdur. Sənin tarixi hakimiyyətin yoxdur. Sənin dövlətin yoxdur. Sənin millətin yoxdur. Sən Fars dilində dərs oxuya bilməzsən. Bu tarix getdi. Mənim dilimdə dərs oxuyacaqsan. Çünki haqqı mən yazacağam. Qanunu mən yazacağam. Mən dediyim qanundur. Mənim iradəm qanundur. Onda fərq eləməz ki, o kətdəki uşaq ki bugün doğulur, o
hakimiyyətdə şərikdir. Onun necə ki bir dana uzaq bir yerdə bir farsın uşağı doğulsa, bu gün doğulsa, onun haqqı bizdən çoxdur, sizdən, məndən ki, məsələn mənim 60 yaşıma azalır, sizin də filan yaşınız vardı, bizdən çoxdur haqqı. Bizim də milli hökumətimiz olsa, biz də o uşağımızın haqqı bir dana 100 yaşlı profesör, fars profesordan çox olur. Özün fars bilən. Burada da deyəcək, özün fars bilir. Əlbəttə ki, biz bilirik ki, farslar köçmədilər. Əlbəttə ki, biz bilirik farsların vətəni yoxdur. Əlbəttə ki, biz bilirik, biz türklər və ərəblər farslara yer vermişik kəvirdə. Çünki farslar yer sahibi olsaydılar, farslar bizdən öncə gəlsəydilər, bu yaxçı yerləri farslar alardılar. Biz alanmazdıq. Necə ki, biz gəlmişik, məsələn, farslar burada gücsəydir, amma biz deyiblər, siz gedin Azərbaycanı, biz gedik kəvirdə yaşayaq. Əslən, ağla sığar, yox, sığmaz ki. Ağılsız insanlar bunu qəbul edirlər. Bəs biz dostumuzu, düşmənimizi tərif edirik. Dostumuz kimdir? Hər kəs ki, Türk millətinin, milli mənafeyinin və milli hakimiyyətinin və milli mənafeyinin yanındadır, himayət edir, o qəbul edir, qəbul edir və himayət edir. O bizim dostumuz ola bilər. Hər kəs ki bunu qəbul eləmir, milli hakimiyyəti, milli vətəni qəbul eləmirsə türklərin, ona qarşı çıxsa düşməndir. Biz nə eləməliyik? Düşməni əzməliyik. Hər nə cür olur olsun, içəridən, eşikdən biz girib bu düşməni əzməliyik. Farsların bir dənə misalı burum sizin xidmətinizə gedim. Mən Almana getmişdim, gördüm ki, Almanda vəzir xaricənin arvadı, məsələn, vəzir xaricənin o zaman yaşı, Almanın xarici işlərinin vəzirinin yaşı 70-dir, 72-dir. Məsələn, fikrim belə. Arvadının 21-22 yaşı var. Ola bilər, məsələn, 21-22 yaşında xanım qız gelir 70 yaşa. Ola bilər, niyə olmasın ki, nə iradı var? Məncə iradı yoxdur. Əgər göylə istəsə gedər. Heç də iradı yoxdur məncə. Məncə heç iradı olmaz. Yəni, insanlar göylə istəsə, insan siyasi insandır, salır çıxır. Mən niyə bu adamla evlənirəm? Mənim 20 yaşım var, cavan adamı sevmirəm, gedirəm 70. Çünki hesab kitab edir. Bu hesab kitabının içindən çıxır ki, mən onu bu dəlillə sevirəm, gedirəm bu dəlillə onunla yaşayam. Məsələn, o xanımın dədəsi farsıdır. Fars. Profesordur, danışqada dərs deyir. İranlıdır. Niyə verir bura? Çünki Almanda bir vizarət-i xaricidə gücün olsa, nə istəsən elərsən. O da o gücü üçün qızın verib ona ki, eləyə bilər o gücdən fayda götürər. Siyasi fayda götürər. İqtisadi götürəmirsə, siyasi fayda götürər. Öz nəfinə, hizbinin nəfinə, partisinin nəfinə, İranın nəfinə, lazım olsa İranın nəfinə. Yəni, vaqiyyət budur. Məsələn deyirəm, İran dövləti hardan nüfuz edə bilər vəziri xariciyə? Gələr, qeyri-müstəqim, gələr, bu adamı tapar, bununla danışır, səlam əleykum, səlam. Biz sənə bir belə pul yetirəcəyik filan yerdə, ya filan yerdə sənə filan saxtımanı verəcəyik. Almanda verəmirik, sənə İspaniyada veririk, İtaliyada veririk, Rusiyada veririk, Ukraynada veririk, Amerikada veririk, Kanadada veririk. Bir yerdə sənə bu qədər hesabıva da pul tökərik. Özünün, xanımın, qızın, dayığı, əmov, hər kəsin desən hesabına tökərik ki, Alman dövləti də bilməsin. Sonra Alman dövlətinə deyilən ki, bu 5 və əlavə 1-də bizim bu nəzərimizə biraz olar yumuşaq baxsınlar. Alman da gəlir, İranın yanında durur. O zamanlar belə idi. Tamam, bunu məsələn neçə milyarda baxsa, neçə milyard dolara İrana baxsa yaxşıdır. Bir var ki, İran məsələn neçə 100 milyard dolar xərcləyə bomba atomu bir yerə çatmaya. Bir də var ki, məsələn, orada fəqət ona bir zaman verirlər bu işlərin görə. Az deyil ki. Yəni, savaşmadı, eləmədi. Məsələn, savaşsaydı, məsələn, bir gecə İsrailə müşrik atdılar, neçə milyard pul getdi hədərə. Heç zətdə nəticə eləmədi. O pulu verirsə bir nəfərə həman işi görsəydi, ondan da səssiz, plansız, abrısında İranı saxlasaydı, daha yaxşı idi. Niyə o savaşa girdi? Yəni, bəzən pul ordudan çox iş görür. Bir dənə adam, bir dənə xanım bir ordudan çox iş görür. Siyasət belədir, dostlar. Siyasət o Koroğlunun da hangisinin bir sözü var, deyir ki, tüfəng ilə gördü adamlar vururlar, dedi, namərdlikdə öyrəsi gəlibdir. Biz qılıç, şəmşir davasında üz-üzə dururduq,
Adamın gözünə baxırdın, sən onu vururdun, o da səni vururdu. Hər kəsə zoru çatsa idi. İndi namərdlik dövrəsi. Göz-gözə baxmırsan, uzaqdan durur, səni vurur, heç bilmirsən səni kim vurur. Nə sən onu görürsən, nə o səni görür. Namərdlik, siyasət belə bir elmidir. Başacaq, nə cür düşməni yıxasan, ya nə cür düşməni zərərin azaldasan. Düşməni həmişə yıxamazlar. Və yıxmağa çalışmazlar. Çünki zorun çatmadığı bir şeyi dedim bayaqlar, türkçə deyirlər ki, zorun çatmasa öp. İndi bu nədir? Zorun çatmır Almana, Amerikaya, çalışacaqsan ki, zərərini azaldasan. Az xərclə çox imtiyaz alasan. Məsələn, bir vaxt savaşa girəsən, kolli məmləkət dağla, bir də vaxt girəsən 1 milyard, 2 milyard, 5 milyard, 10 milyard puldan geçəsən, o zərəri az olur. Hangisi azdır? Təbii ki, 10 milyard azdır. Siyasət elmidir, ağıldır və biz buna getməliyik dostlar. Biz siyasəti məni eləməliyik, məna eləməliyik. Siyasət bizim düşüncəmizdə nədir? Millət nədir? Mən məsələn, çoxlu təriflər danışıqda oxumuşdum, eşikdə oxumuşdum. Özüm məsələn bir milləti bir ayrı tərifləmişəm. İnşallah millət bəhsinə gələndə onda deyəcəyəm ki, mənim nəzərimdə millət nədir? Dostlar, fikirlə mən o zehnimdə olan bəhsləri dedim. Yəni, çoxlu misallarla, sözüm əslində şayət hamısını yazsaydı, bir açağar vərəqət. A4-cən yazsam, o belə iki səfər, 3 səfər yazıdır. Amma bu 3-2 saatda ki danışmışam, %50'si, %60'ı, 70'i misaldır. Misal vurmuşam, fəqət bunu yerinə salam ki, haqq yoxdur. Haqqı siz tərif edirsiniz. Bir dənə də mən Günaz TV-də olanda Türkcə 2012-də, 2013-də bir bəhslər Quran haqqında edirdim Günaz TV-də. Oradan bir söz özüm tapdım, dedim. Ona da əgər yadıma indi, yenə yadımdan. Əlan dilimin üzündeydi, amma uçdu getdi. O da buydu ki, Quranın nağıllarına baxanda, çünki Quran fəqət nağıl deyil ki, dedim, Quran əlbəttə bir çox yerinə əl aparıblar, erkəklər ediblər. Quran erkək kitabıdır. Xanımların kitabı deyil, qadınların kitabı deyil. Bunun üçün İslam dünyasının yarısını üçün hesaba qoymur, adam hesab eləmir. Bəs burası Quran təhrif olubdur. Quran erkəkləşibdir, sərmayədarlaşıbdır. Təbəqati olubdur, farsça desək. Fars ədəbi sosial sayensində təbəqə deyirlər. İngiliscə desək, class olubdur. Klassə bölünübdür Quran. Yəni, kişilərin kitabıdır. Məsələn, ötürün, buna girməyək. Quranda baxanda bir yerdə görürsünüz ki, əgər o yerdəki Allahın ziddinə hərəkət olur, Allah orada ona bir paydaş verir. Ona bir imtiyaz verir, ona bir üstünlük verir. Məsələn, Allah deyir ki, mən bu adamı yarattım, səcdə eləyin. Şeytan deyir, mən səcdə eləmirəm. Allah şeytana bir güc verir, deyir ki, sən ömür boyu qiyamətə qədər və qiyamətdən sonra da dirirsən. Səni öldürməyəcəm, sən dirirsən. Və sən istədiyin işi eləyə bilərsən, istədiyin yerə gedə bilərsən, istədiyin yerə girə bilərsən, çıxa bilərsən. Bu, yəni Allah bu adam şuriş eləyib Allahın əleyhinə. Əvəzin ki, mücazat ola, gücü əlindən Allah buna güc verir. Niyə? Çünki dostlar, burada bir nəqildir. Bu nəqildə bir istiarə var. Burada bir simbol var. Etiraz eləyən ruhlar və insanlar və cəmiyyətlər və toplumlar qalxar, haqq sahibi olar. Etiraz eləməyənlər gedərlər, aradan gedərlər. Ayağa qalxanlar, etirazı üsyan eləyənlər, Allahın qabağında şeytandır, üsyan eləyibdir, inqilab eləyibdir. İnqilab eləyən millət qalar. İnqilab eləməyən millət, təslim olan millət öləcəkdir. Sağ olun dostlar. Kaş eləyə biləydiniz. Valla dostlardan yazdılar ki, gəliblər, təqaza veriblər ki, bura gəlsin. Burada görsətmir. Bilmirəm nə olur, amma hər halda mən görmürəm. Mən çox sevinərəm dostlar. Gələrlər, amma o günə haqqı. Yəni, mən sadəcə şeyim budur.
sərhəd qoyuram, budur ki, fəqət o mövzu haqqında danışaq. Mən indi bugün haqdan danışmıram, siz nahaqlıqdan danışmayacaq. Ya Həsəndən, Hüseyndən, Kazımdan, Qəmbərdən, Qasımdan danışmayacaq. Biz bu mövzu haqqında hər kəs istərsə, mənim göylüm istər, gələrlər, danışalar, mənə etiraz edirlər. Mənə deyirlər, sən yanlış edirsən, bu dəlillər. Mən də o yanlışın üstündə danışam, görək ki, yanlış eləsəm qəbul edeyim, yanlış eləməsəm də gedək. Yəni, lazım da deyil, həttəmən mən də dəyişəm sizdə. 2 dana, 3 dana, 5 dana ortada nəzər çıxar. Bu nəzərlərdən bir yol çıxar gələcəkdə. Ya 5 dana fəlsəfə çıxar ortada. Fəlsəfə bizdə türkçədə düşüncə. 5 dana düşüncə çıxar. 5 dana düşüncənin heç birisi düz olmaz, heç birisi qələt də olmaz. Çünki düşüncədə qələt yoxdur, düşüncədə yanlış yoxdur. Düşüncədə bu şəraitə yer yeməz var. Bir zaman deyirlər ki, göy yerin dövrəsinə fırlanır. Kim deyirdi ki, o qələtdir, o düzdür? O şəraitdə o cür görünürdü. İndi deyirlər ki, yer göyün dövrəsinə fırlanır. Görürlər ki, indi deyirlər ki, heç birisinin dövrəsinə fırlanmır. Hamısı elə beləsi bir dana fənər ki, belə fırlanır. Eyni o şəkildə gedirlər. Hərəkətdədirlər, bir-birinin dövrəsinə fırlanmırlar. Hamısı hərəkətdədir. Bir dana beləsi fənər kimi fırlanmaq bir şeydə, cızıqda bir çox hızla, çox bir sürətlə gedirlər. İndi bu da düzdür ya düz deyil, sabah bunu biləcək. Mümkün 10 ildən sonra deyirlər, baba, bu da o adamlar nə geri qalmışdı. Bu zaman bu düzdür. Biz bunu qəbul edirik, bundan da gedirik. İndi bir də insanlar deyir, yox, belə deyil. Məsələn. Bir də insanlar deyirlər, yer kürədir. Bir də adamlar var deyir ki, hətta İranda var. Adamlar var deyirlər ki, yer kürə deyil, yer düzdür. Nə ona dəlilim mənim var, nə buna dəlilim var. Mən ikisini eşidirəm. Məncə heç birisi düz deyil, hər ikisi də düzdür. Çünki heç birisi batil, yəni təsiri yoxdur əslində. Mənim yaşamımda. Mənim milli hakimiyyətim var ya yox, milli dövlətim var ya yox, milli qurumlarım var ya yox, haqqım var ya yox, bunda təsiri yoxdur. Yer girdə ola, yoxsa mürəbbə ola, düz ola, mən burada yaşıram. Mən burada özümü indifə eləyən haqqım yoxdur. Bir dənə zorru mənim başımın üstündədir. Şallağıyla, qılıncla qoyub beynimə, gülləni tutub başıma. O Oğuz bəyin şeirində deyir ki, tüfəngin namlısını soxub ağzıma, dişim gedib qarnıma. Mən burada haqdan nə haqqı? Əziz və hörmətli dostlar, çox sağ olun. Təşəkkür edirəm. Gəldiniz, qulaq astınız, getdiniz. Umaram ki, faydalı olsun. Gecəz xeyri qalsın. Görüşmək üzrə.